Həm adamda həvəs yaranır müəllimə, həm də adamda bir məsuliyyətli hiss edirik ki, axşam dərsimiz var, mütləq dərsə Həqiqətən cavab elədir. verməliyik. Mən də Vallahi razıyam, çox sağ ol həqiqətən müəllimə. elədir. Çox sağ Allah olun, razı təşəkkür olsun edirik müəllimə valla sizə. sizdən. Biz də çox təşəkkür edirik. Sağ olun. Çox sağ Siz olun. sağ olun. Yo, hər dərsə artıq siz hazır olursunuz da. Bilirsiniz ki, soruşacağam, kim əl qaldırır. Mən onu heç vaxt Tamam. növbəti mərhələyə saxlamıram. Həmin günü Müəllimə, soruşuram. siz, sağ olun, siz müəllimə. yaxşı izah edirsiniz, yaxşı başa salırsınız deyə biz də məsuliyyət daşıyırıq da. Biz Ona görə də məsuliyyətli oluruq sizə müəllimə təşəkkür valla. edirik. Sizin Sağ sayənizdə. Həyatım gedişat yaxşıdır da ümumi belə baxıram. Hə, yaxşı Şükür müəllim, Allaha, tək belə şükür. gedirik. Sağ olun. Əla. Çox gözəl. Sağ olun. Sağ olun. Təlim nəticəsi nədir? Ümumi təlim nəticəsi nədir? Aradakı fərqi mənə izah edin. Deməli, müəllimə, təlim nəticəsi dedikdə bizim məşğələ zamanı keçdiyimiz dərslər, yəni bir məşğələdə keçdiyimiz nəticələrdir, əldə elədiyimiz nəticələr. Amma ümumi təlim nəticəsi deyəndə bizim təlimin sonunda, yəni təlim proqramının sonunda əldə elədiyimiz nəticələrdir. Aha. Bir məşğələnin sonunda, bir də var tədris proqramı bitəndə, yekun, yəni. Ay sağ olun. Təlim nəticəsi deyəndə bir məşğələdə, yəni bu təlimin nəticəsini uşaq məsələn verdiyim məqsəddə uşaq necə iştirak etdi, məqsədə çatdımı? Dərsin sonu, məşğələnin sonudursa təlim nəticəsidir. Ümumi təlim nəticəsi tədris ili boyuncadır. Bəs illik plan hansına aiddir, cari plan hansına aiddir? İllik plan il ərzində perspektivlə cari deyirsiniz müəllimə yəni? Yox, elə deməyin. Təlim nəticəsinə illik plan aiddir, yoxsa cari plan? Ümumi təlim nəticəsinə hansı aiddir? Təlim nəticəsi illik, yəni perspektiv. Ümumi təlim nəticəsi aid olur illik planlaşdırmamıza. Çünki illik planı biz il ərzində qururuq, elə deyil? Ümumi təlim nəticəsi də ilin sonu üçün nəzərdə tutulub. Məsələn, uşaq gəlib sentyabrda. Artıq mən proqramın sonunda, ilin sonunda uşaqda nəyi formalaşdırdım? Uşaq hansı nəticələri topladı? Ümumiyyətlə, hansı nəticələrə gəlib çatıb? Burada artıq mən nə edim? Ümumi təlimin nəticəsini dəyərləndirdim. Onların əldə etdikləri bacarıqlar. Amma təlim nəticəsi cari plana aiddir, yəni həftəlik plana. Niyə? Çünki məşğələndən söhbət gedir. Mən də cari planı günlük qururam axı, həftəlik qururam axı. Hər məşğələnin sonu üçün aldığım təlim nəticəsi cariyə aiddir, amma ilin sonu üçün aldığım isə illiyə aiddir. İndi mənə vurğulayın görüm siz. Ümumilikdə, bəs müəllimə, məzmun xətti nədir, məzmun standartı nədir? Çox rahat mövzu vermişəm, özü də yaşları da verməmişəm evə. Növbəti mərhələlərdə soruşacağam. Yaşlar var ya orada 1, 3, 3, 4, 4, 5, 5, 6 ümumi təlim nəticələrində. Onlara inşallah gələn dəfələrdə soruşacağam. Çox yüklənməyəsiz deyə verməmişəm. Deyil, məzmun standartı nədir? Bir də dediyim kimi məzmun xətti. Bəli, məzmun xətti dəyişməzdir, lemmativdir, ana xətti, birinci rəqəmlə ifadə olunur. Sonra gəlir əsas standartımız. Əsas standart məzmun xətti üzərində görüləcək işlərin istiqamətini bildirir. Bu da ikinci rəqəmlə ifadə olunur. Sonra gəlir alt standart. Alt standart dəyişən... Yox, siz mənə deyin. Məzmun xətti ilə məzmun standartının fərqi nədir? Məzmun xətti dəyişməzdir. Məzmun standartı amma dəyişəndir. Yəni alt standart. Yox, müəllimə. Yox, əlaqəsiz tamamilə. Baxın, məzmun xətti odur ki, məzmun xətti bizim inkişaf sahələrimizdir. Uşaqlara öyrədəcəyimiz məzmunun əsas zəruri hissəsidir, təməlidir, fundamentidir. 4 məzmun xəttimiz var. Məzmun xətti ya inkişaf sahəsi, eyni sözdür. Ya məzmun xətti deyə bilərik, ya inkişaf sahəsi. Yəni məzmun xətti sözü varsa söhbət inkişaf sahəsindən gedir. Neçə məzmun xəttimiz var? 4. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik birinci məzmun xətti. Rəqəmlərini unutmayın ha. Müəllimlər, bizə dəqiqə zəhmət olsun. Dediyimiz kimi 4 inkişaf sahəmiz var və bunları siz rəqəmlə öyrənəcəksiniz. Yəni, birinci inkişaf sahəmiz dedikdə, burada fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən söhbət gedir. İkinci inkişaf sahəmiz dedikdə idrakin inkişafıdır. Üçüncü inkişaf sahəsi estetik və yaradıcıdır. Dördüncüsü isə sosial, emosionaldır. Yəni, sizə desək, üçüncü hansıdır? Deyəcəksiniz ki, estetik deməyəcəksiniz idrak. Rəqəmləri düzgün öyrənin, mütləq. Sırasını düzgün bilin.
Və əlavə olaraq da, yəni bu məzmun xətti adlanır. Eyni şeydir. Məzmun xətti və ya inkişaf sahəsi. Sonra isə məzmun standartı nədir? Baxın, məzmun xətti ayrı bir şeydir, inkişaf sahəsidir. Məzmun standartı isə artıq burada söhbət gedir ümumilikdə. Müəllimə deyim, yadıma Bəli. düşdü. Təhsil Yox. alanların Ay, iş bacarıq vərdişlərinə qoyulan dövlət tələbidir. Bəli, yadıma düşdü. Aha. Bəli, yəni bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. İndi məzmun standartını qoyuram bir qırağa. Alt standartla əsas standart. Yəni əsas standartla alt standartı deyim, sonra izah edəcəm. Baxın, bir var əsas standart, bir də var alt standart. Əsas standart ikincidir. Məsələn, birinci gəlir müəllimlər bizim məzmun xəttimiz birinci rəqəmli ifadə olunur. Yəni başda durur bu rəqəm. İkinci gəlir əsas standart, üçüncü də gəlir alt standart. Elə bilin ki, məzmun xətti anadır. Ananın qızı əsas standartdır. Əsas standartın da qızı alt standartdır. Yəni belə başa düşün də, ardıcıl. Ana, qızı və nəvəsi. Belə deyim. Və eyni zamanda əsas standart dediyimiz kimi məzmun xəttindən yaranır. Məzmun xəttini daha da genişləndirir. Yəni bir məzmun xəttinin, məsələn, fizikinin 3 dənə əsas standartı var. O 3 dənə əsas standartda bölünür alt standartlara. İndi atacağım kaydı sizə, onu dinləyəndə tam biləcəksiniz artıq. Və alt standart artıq daha genişdir, daha dərindir. Və burada məzmun standartı bilirsiniz nədir? Bu sıraya aid deyil ha, məzmun standartı. Unutmayın. Bu sıraya desək ki, aiddir, yox. Məzmun standartı ayrı bir anlayışdır. İndi onu deyəcəm sizə. Məzmun xətti, əsas standart, alt standart deyə bu 3 sıra var. Məzmun standartı bu sıraya aid deyil. Məzmun standartı burada əsas standartla alt standart bir yerdə məzmun standartı adlanır. Elə bilin ki, əsas standartla alt standart uşağın qarşısına qoyulan dövlət tələbidir. Ona görə də o ikisi bir yerdə məzmun standartı adlanır. Amma mən demirəm məzmun xətti, məzmun standartı, əsas standart, alt standart. Belə demirəm. Məzmun xətti, əsas standart, alt standart deyirəm. Sadəcə məzmun standartını məndən soruşsalar, deyəcəm ki, əsas standartla alt standart bir yerdə məzmun standartı adlanır. Yəni, 2 yerə bölünür məzmun standartı. Hansılardır? Əsas standart və alt standart. Çünki bu əsas standartla alt standart dövlətin uşağın qarşısına qoyduğu tələbdir. Amma məzmun standartı uşağın qarşısına qoyulan tələb deyil. Standart anlayışı tələbdir. Çünki mən məzmun xətti dedim. Gördünüz başdakını. Amma əsas standart deyirəm. Standart söz var yanında. Alt standart söz var. Ona görə də məzmun standartı uşaqlara öyrənilən məzmunun standartıdır. Yəni sən bu standartları uşaqlara öyrətməlisən. Onları inşallah gələcəkdə daha da möhkəm öyrənəcəyik. Və əlavə olaraq da belə deyim, bilik və fəaliyyət hissəsindən ibarətdir. Bilik uşağın nə öyrənəcəyidir, fəaliyyət öyrəndiyini necə nümayiş etdirəcəyidir. Məsələn, mən bugün öyrənirəm, məsəl üçün, tortun reseptini, elə deyil. Mən bunu öyrəndim, baxdım internetə öyrəndim. Əla, öyrəndim. Bəs öyrəndiyim hissə bilikdir. Yəni, mən bunu artıq informasiyanı qəbul etdim, mən bu məlumatı öyrəndim. Fəaliyyət hissəsində isə artıq mən bunu bişirirəm. Fəaliyyət bişirmədir. Fəaliyyətdə hərəkət olmalıdır, unutmayın. Fəaliyyət birbaşa hərəkətlə bağlıdır. Yadınızdan çıxmasın. Bilikdə öyrənirsən, fəaliyyətdə hərəkətə keçirdirsən. Əsas standartda da, alt standartda da hər ikisində həm bilik var, həm fəaliyyət var. Bax, bunları bir yerə yazın ha. Əsas standartda da, alt standartda da həm bilik var, həm fəaliyyət var. Amma məzmun xəttində bilik var, fəaliyyət yoxdur. Ona görə o məzmun standartının içinə aid deyil. Məzmun xətti ona görə ayrıdır. Məzmun standartı ona görə əsas standartla alt standart bir yerdə məzmun standartı adlanır. Və dediyimiz kimi bilik və fəaliyyəti başqa cürdə sizə izah edim. İndi bir test açaram, onu izah edərəm lap sizə. Artinin paylaşdığı testi, belə deyim, seminarlarda paylaşdıqları testi açıb keçən il Fərqanə Seyidli paylaşmışdı, izah edəcəm sizə. Məsəl üçün, 3 dairəsində riyazi əməliyyatları yerinə yetirirdi, tutaq ki, məqsəd. Elə deyil. Burada bilik hardadır desə, fəaliyyət hardadır desə, deyəcəksiniz ki, məsələn, 3 dairəsində riyazi əməliyyatları yerinə yetirir. 3 dairəsində uşaq bilir, artıq riyazi əməliyyatları yerinə yetirir. Artıq uşaq bunu yerinə yetirir. Bu işi görür də, artıq yerinə yetirir. Məsələn, 2-nin üstünə 1 gəlir, 1-in üstünə 2 gəlir, 3-ün üstünə 0 gəlir. Artıq nə olur? Nəticədə 3-ü öyrənir. Yəni, fəaliyyət sonda gəlir. Fəaliyyət hərəkət deməkdir. Birinci bilik gəlir, sonra fəaliyyət gəlir. Unutmayın. Birinci fəaliyyət, sonra bilik gələ bilməz. Məsələn, mən tortu bişirib sonra öyrənə bilmərəm. Əlbəttə ki, birinci bir tortu öyrənməyi bilim ki, bişirə bilim də. Burada da 3 dairəsini mən yerinə yetirib sonra öyrənə bilmərəm.
birinci öyrənməliyəm, sonra yerinə yetirməliyəm. Yəni tərsinə gəlməsin də. Əgər cümlənin başında siz hərəkət görsəz, yerinə yetirir, nümayiş etdirir, falan eləyir, bəhman eləyir, artıq bilin ki, o səhvdir. O fəaliyyət sonda gəlməlidir. Yerinə yetirir, nümayiş etdirir, adlandırır, fərqləndirir, qruplaşdırır. Hamısı sonda gəlir. O gördüyü iş sonda gəlir. Unutmayın onu. Bilik fəaliyyət budur. Bilik öyrəndim, fəaliyyət icra etdim. Məsələn, əsas rəngləri adlandırır. Bax, uşaq burada əsas rəngləri bilir, adlandırır da artıq onu nümayiş etdirir də, yəni onu adlandırır, onu hərəkətə gətirir. Artıq o adları mənə deyir. Məsələn, qırmızı, sarı, yaşıl. Başa düşdünüz? Əsas rənglər. Yəni, ümumilikdə bilik və fəaliyyət əsas standartdan alt standarta aiddir. Həm bilik var, həm fəaliyyət var. İndi onu gələcəkdə sizə o bilik və fəaliyyətin harda, necə olduğunu öyrədəcəm. Sadəcə bu göndərdiyim qaydaları, bu göndərdiyim qaydları necə var, nəyi necə demişəmsə, qayda dəftəriniz olmalıdır mütləq. Dediyim qaydada kim dediklərimi əməl etsə, dediyimi ardıcıl şəkildə, eyni mən necə deyirəmsə, o şəkildə eləsə, onun 50-dən aşağı bal yığma ehtimalı sıfırdır. İnanın ki, sıfırdır. Aprel qrupumda olan müəllimə də bildirdi ki, heç bir dərsi buraxmamışam, sıfırdanam, heç nə anlayışım yoxdur. Hal-hazırda 5 aylıq təlimin ay yarımın, belə deyim də, aprel və mayın ortasında artıq o 47 bal toplayıb. Ümumi sınavdan keçmədiklərimiz də var orada. Test işləmə texnikalarını da öyrənib. Əsas inkişaf sahələrimizi mükəmməl öyrənib. Alt standartlarımızı mükəmməl öyrənib. Yəni, deməyim odur ki, kim ardıcıl dediyim qaydada öyrənsə, o başa düşmədiyini də növbəti dərslərdə ona izah edib canlı göstərəcəm. Artıq mən onu sizə canlı göstərsəm, ömür boyu sizin yadınızdan çıxa bilməz. Çünki deyirlər, əyani göstərilən bir şey heç vaxt yaddan çıxmır. Yəni, uzun müddətli yadda qalır. Amma əzbərçilik həmişə yaddan çıxır. Siz orada mənə əzbərləsəz, PDF-i qoyub qarşınıza, PDF-dən üzdən oxusaz, məni yox, özünüzü aldadacaqsınız. Yəni, bunu sizə deyim. Məndən gedən heç nə yoxdur, amma sizdən gedən çox şey olacaq. İmtahanda az nəticə, iş itirmə qorxusu. Ona görə də üzdən oxuma yox, başa düşmədiyinizi soruşun və eyni zamanda növbəti dərsləri də mükəmməl bilmək üçün geridə olan dərsləri dərindən öyrənin. Geridə olan dərslər də növbəti mövzuların üstünə yığılsa, bilin ki, siz heç nə öyrənməyəcəksiniz. Sonra da deməyin ki, mən niyə öyrənmirəm. Burada, belə deyim, çox müəllim var. Məsələn, deyim ki, 50-60 müəllim var. 50-60 müəllimdən orta səviyyəli də var, zəif də var, güclü də var. Hamısı da özlərindən asılıdır. Yaxşı oxuyanlar güclü olacaq, zəif oxuyanlar həmişə zəif qalacaq. Ona görə də sizdən asılıdır. Mən hamıya bir öyrədirəm. Demək ki, hər kəs də fərqlidirsə, problem sizdədir. Yəni, aydın olmayan nəsə olsa soruşarsınız. Müəllimə, siz mənə vurğulayın, indi açın səsi. Biliklə fəaliyyəti bildiniz. Məzmun standartının nə olduğunu bildiniz? Bəli, məzmun standartını bildim. Ay sağ olun. İndi siz mənə deyin, alt standartımızın funksiyaları var idi. Yazmışdım, orada demişdim, alt standartın funksiyaları. Hansılar idi onlar? Alt funksiyaları var. Yəni, alt standart. Formativ qiymətləndirmə alt standarta aiddir. Sonra iş üsulunun iç formasını alt standarta uyğun seçirəm. Sonra başqa bir də var müəllimə. Qiymətləndirmə desə ki, əsas standartdan çıxır alt standartdan. Alt standartdan. Niyə? Çünki mən alt standartdan məqsəd çıxardıram. Sonunda dərsin sonunda məqsədə uyğun da qiymətləndirmə aparıram. Hansıdır alt standartın funksiyaları? Deyin. Alt standart 3-cü rəqəmlə ifadə olunur. Məqsədimiz alt standartdan çıxır. Sonra? Alt standart bərabərdir formativ qiymətləndirmə. Ay, sağ olun. Sonra? Yəni, o məqsədimizə uyğun, məqsədimizə görə qiymətləndirmə aparırıq uşaqlara. Bir də vurğulayın mənə görüm siz alt standartı bildiniz. Gözəl. Burada iş üsulunun iş formasında alt standartdan götürəcəm. Baba, unutmayın ha. Bizim bütün işimiz vaxtı da alt standartdan keçir. Alt standartı bilməyən müəllimə növbəti mərhələləri yaxşı mənimsəmir. Təlim nəticəsində, ümumi təlim nəticəsində dediniz. Bəs müəllimə, smart nədir? Mən smartı nə üçün istifadə edirəm?
Deməli, müəllimə, smart həmin bu məqsədimiz. Biz məşğələni keçərkən qarşımıza məqsəd qoyuruq da. Uşaqlara, yəni məqsədimizə uyğun, məqsədimizi həyata keçirməliyik də. Burada da bu məqsədimizə nail olmaq üçün smart abreviaturasından istifadə etməliyik. Smart nədir? Smart S spesifiklik, yəni məqsədimizin dəqiqliyi, konkret olmasıdır. Yəni uşağa, yəni qarşımıza məqsəd qoyanda o dəqiq olmalıdır. Biz onu ümumi fikrimizi, məqsədimizi ümumi deməməliyik də, yəni konkret deməliyik. Məsələn, fiziki mədəniyyət məşğələsini keçəndə, məşğələ keçərkən konkret bir məqsəd deməliyik ki, uşaq topu ayağı ilə vurur. Aha. Yəni Artıq konkret buradan bir nə? məqsəd deməliyik. Mən Konkret bir sizə məqsəd. buradan artıq sual çıxır. Mən deyə bilərəm ki, müəllim o uşaq nə edir? Deyə bilirəm, yox. Çünki siz artıq mənə deyirsiniz ki, uşaq Deyirəm topu ki, ayağı ilə vurur. Ayağı ilə vurur. Sonra S-dan sonra mumyasıbıl, yəni əldə oluna bil. Yox, mumyasıbıl, yəni burada təlimin ölçüsü bilən olmasıdır. Yəni qarşımıza qoyduğumuz məqsədi nail olmaq. Bəli. Aha, sonra səsləri bağlayaq müəllimlər. Səslər açıq qalmasın. Yəni Aha. burada təlim nəticələri düzgün, aydın ifadə olunmalıdır. Təlimin ölçülə bilən, yəni ki, necə deyim, uşağın sonda, yəni nəyi bilirdi, sonda nəyi öyrəndi. Mən Nəyi artıq onu öyrəndi. dəqiq bilmirəm. Uşaq bugün nəyi öyrəndi? Nəyə çatdı? Həqiqətən də bunun biliyini mən ölçə bilirəmmi? Ölçmək bilirsiniz nədir? Dəqiqlik deməkdir. Dəqiq Bəli, nəyi əldə bacardı. edə bildiyimiz. Məsələn, deyirəm müəllimə, nümunə olaraq dünən də belə bir nümunə gətirdim. Məsəl üçün, bazara gedirsiniz, deyirsiniz ki, mən çiyələk aldım. Mən deyirəm ki, nə qədər aldın? Elə deyil, deyirsən ki, 1 kilo aldım. Artıq o bundan sonra mənim sualım çıxmır. Deməyəcəm nə qədər aldın. Çünki konkret dedin. Bir var çiyələk aldım, sual çıxır. Nə qədər? Bir də var deyirsən ki, mən 2 kilo çiyələk aldım. Məndən sual çıxmır ki, nə qədər aldın? Artıq ölçüldü də burada siz nə qədər almısınız? Yəni sadə dildə desək. Burada da indi izah edəcəm onu sizə. Birazdan o hansı ki müəllimlər tipləri m ilə a-nı qarışdırırıq. Onu indi izah edəcəm. Nümunələrlə tam dərk edəcəksiniz. Aha. Bəs müəllimə, yaxşı, ölçülə bilən, qiymətləndirilə bilən varsa, ölçmək, qiymətləndirmək varsa, söhbət m-dan gedir, miasırbıldan gedir. Bir növ uşağın nəyi qavradığı da müəllimə, əldə elədiyi bilik. Yəni əvvəl bilirdi, sonda nə bildi. Bu miasıbıl budur. Yəni belə başa düşmüşəm. Sonra gəlir article. Sonra nə? Sonra gəlir article, yəni əldə olunan biliklər nə asan, nə çətin olmalıdır. Uşaq, yəni demək, zəif uşaqlar üçün, zəif qavrayan uşaqlar üçün demək, aşağı sadə məqsəd, orta uşaqlar üçün orta məqsəd, daha yüksək qavrayan uşaqlar üçün, onlar üçün biraz çətin, yəni məqsədlər götürməliyik article-da. Ay, sağ ol. Article-da, belə deyim də, mən məsəl üçün müəllimlər, nümunə gətirim, indi yenə də deyirəm, izah edəcəm, hər kəsin diqqəti dərsdə olsun. Nümunə olaraq deyirəm, mən məsələn bugün sizə, siz tutaq ki, ümumiyyətlə heç məzmun xətti, əsas standart, alt standart nədir bilmirsiniz? Mən birdən-birə sizə durub 5 dənə mövzunu deyim ki, gedin oxuyun. Siz ona çata bilmərsiniz, axı mən sizə boşu-boşuna yükləyirəm. Mən burada nəyi pozuram? Didaktik prinsiplərdən müəllimə. Yükləmə hansındaydı? Varislikdə. Varisliyi pozuramda müəllimə sadədən mürəkkəbə getməlidir. Smart deyir ki, məqsədini elə qur ki, deyir. Uşağın bildiyindən bir üstün artıq olsun, çox olmasın. Uşaq yüklənməsin deyir. Amma mən yükləyirəmsə, artıq nə olur? Burada ağlı pozmuş oluram. Sonra R gəlir. R realistik, yəni bu da bizim məşğələlərdə istifadə elədiyimiz resurslardır. Yəni biz resurslar olmasa, uşaqlara, yəni əyani surətdə də, uşaq əyani yaxşı qavradığı üçün resurslardan istifadə eləməliyik. Əgər biz resurslarımız məşğələ zamanı resursumuz olmasa, bu zaman Smart'ın prinsipini pozmuş oluruq. Uşaq əyaniliklə daha yaxşı qavradığı üçün. Sonra gəlir T.
da time'dır. Time da vaxt deməkdir. Yəni məşğələmizi elə qurmalıyıq ki, hansı qrupda, məsələn, böyük qrupda 25 dəqiqədirsə, məşğələmizi 25 dəqiqədən artıq kənara çıxmamalıyıq. Əgər kənara çıxarıqsa, bu zamanda Smartın bu prinsiplərinə əməl eləmiş olmamışıq. Smartın qaydalarını pozmuş oluruq. Aha, kənara çıxaracaq. Yaxşı müəllimə. Əla, Smart da belə getdi. Bəs müəllimə, Smart hansı didaktik prinsipə aiddir? Vako hansı didaktik prinsipə aiddir? 4K hansı didaktik prinsipə aiddir? Uşaq yönümlü prinsipdir. Müəllimə, Smart uşaq yönümlü prinsip. Çünki uşaq müəllimə, Smart plan deməkdir, nəticə yönümlü. Sənin dərsin nəticə yönümlü olsun deyə sən Smartın planlarına, Smartın tələblərinə artıq riayət etməlisən. Və düşünün də, müəllimə, burada Smart planlama texnikası, adı üstündə plan, düzgün qurmaq. Bu artıq nəticə yönümlülüyə aiddir. məqsədimizə çatmaq, bəli, məqsədimizə çatmaq. Amma dövrün tələbi söz yazılsa, dövrün tələbi deyilsə, artıq aid olacaq tələb yönümlülüyə. Çünki Smart kurikulumdadır deyə, kurikulumda tələb yönümlülüydür. Ənənəvi təhsil, belə deyim, ənənəvi təhsil tələb yönümlülüyü pozur, amma kurikulum tələb yönümlülüyü qoruyur. Aydın oldu? Bəli. Əla. Vako uşaq yönümlü prinsipdən müəllimə. Çünki uşaq görür hansı yöndən qavrayırsa, məsələn görür vako vizual deməkdir, yəni görmə, audial, yəni eşidərək, kinestetik, yəni onlar hərəkətlə oradakı oxuyub yazaraq, yəni uşaqların maraqlarına uyğun da necə istəyirlərsə, necə qavrayırlarsa, belə. Bu da uşaq yönümlü prinsipə əsaslanır. Yəni Vako uşaq yönümlülüydür, Smart nəticə yönümlülüydür. Yəni yaxşı nəticə əldə etmək üçün Smartın tələblərinə riayət etməlisən. 4K isə tələb yönümlülüydür. Vako isə uşaq yönümlülüydür. Yazarsınız bunları bir yerə. Oldu. Çünki Vakoda uşağın meyl, marağı, öyrənmə potensialı nəzərə alınır. 4K 21-ci əsr bacarıqlardır. 4K-nı keçmişəm də sizinlə. Müəllimə, mən yəni ikinci gündür qoşulmuşam sizə, amma yəni kayıtlarınızı dinləyirəm də, yəni məlumatım var. Nə vaxt qoşulmusunuz müəllimə? Necə? Nə vaxt qoşulmusunuz? İkinci dərsimizdə müəllimə. Hə, siz təzə qoşulmusunuz. Ona görə biraz çətin çəkirsiniz. Müəllimə, əgər oxusanız, mükəmməl oxusanız, inanın ki, yəni mən elə bildim ilk başdan qoşulan müəllimələrdənsiz. Biraz ümumi təlim nəticələrində yəni çətinliyiniz var. Amma ilk başdan, yəni sonradan qoşulduğunuz üçün deyərəm ki, yaxşı nəticədir. Çünki bu qısa müddətdə bu mövzuları çatdırmağınız əla. Biraz cana da əziyyət, belə deyim, biraz özünüzü əziyyətə verin, digərlərini də öyrənin, inşallah sonrası rahat olacaq. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Səs açsın Asimə Ağayeva. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Asimə müəllimə, əsas standart, alt standart, məzmun xəttini mənə izah edin, məzmun standartında. Başda müəllimə. Deməli müəllimə, ümumi təlim nəticələrimiz belə deyək, 3 yerə bölünür. Məzmun xətti, əsas standart və alt standart. Məzmun xəttimiz belə deyək, leitmotivdir, bünövrəsidir, ana xəttidir, belə deyək. Yəni başa saldığımız kimi əsası belə deyək, anası belə deyək, məzmun xəttimizdir. Dəyişməzdir. Birinci rəqəmli ifadə olur. Bizim məqsədimizə aparır. Burada bayaq dediyiniz kimi müəllimə, burada sadəcə bilik var, fəaliyyət yoxdur. Fəaliyyət keçid məzmun standartındadır. Sonra məktəbə qədər təhsilin 4 belə deyək ki, məzmun xətti var ki, yəni inkişaf sahəsidir. Fiziki inkişaf və sağlamlıq və təhlükəsizlik, idrak inkişafı, estetik yaradıcı inkişaf, sosial və emosional inkişaf. 4 məzmun xəttimiz var. Sonra məzmun standartımız da odur ki, müəllimə bilik və bacarığa qoyulan dövlət tələbidir. Burada əsasən bilik və fəaliyyətdən ibarət olur. Bilik uşağa nə öyrədəcəyimizdir, fəaliyyət isə uşağı başa düşdüyünü necə ifadə edəcəkdir. Məzmun standartımız özü isə 2 hissəyə bölünür. Əsas standart, alt standart. Əsas standart da budur ki, burada dediyinizi qeyd edirəm özümdə də. Həm fəaliyyət var, həm bilik var. Burada belə deməli məzmun standartında həm bilik var, həm fəaliyyətimiz var.
Əsas standart görüləcək işimizin istiqamətini bildirir. İkinci rəqəmli ifadə olunur. Belə deyək, əsas standart bərabərdir summativ qiymətləndirməyə. Alt standartımız isə bizim işimizin əsası elə ki, alt standartdadır. Bizi məqsədimizə çatdırır. Daim dəyişir. Üçüncü rəqəmli ifadə olunur. Burada isə alt standart bərabərdir. Formativ qiymətləndirmə. Demək olar ki, müəllimə, onda bu inkişaf yönüm didaktik prinsiplərimizin inkişaf yönümlüyə aid olur da müəllimə, hə? Həm summativ qiymətləndirmə var. Müəllimə, formativ summativ qiymətləndirməyə görə dedim, müəllimə. Yox, nə inkişaf Formativ yönümlüyə aid olur? Onu yenidən deyin. Bu müəllimə deyir ki, məzmun standartımızda alt standartla əsas standartımız var. Onda həm formativ qiymətləndirir. Birində formativdir, biri summativdir. Bu deyə bilərik ki, bizə aid deyil müəllimə. Summativ bizə aid deyil. Amma o məktəbə. Bəli. Onu elə bilin ki, belə deyim də, düşə bilər deyə onu qeyd eləmişik. Bəzən görürsüz ki, məktəb kurikulumunu bağça kurikulumuna qarışdırırlar. Yəni qarışıq salırlar. Ona görə onu da əhatəli şəkildə qeyd eləmişəm. Amma yenə də siz bunu bilin ki, summativ bağçalarda olmur. Məktəblərə aiddir. Bəli. Amma formativ aid olur alt standartımıza. Yəni inkişaf yönümlülük deyəndə ki, onsuz da inkişaf etməlidir uşaq, ayrı məsələ. Amma sırf alt standart inkişaf yönümlülük deyəndə düzdür, inkişaf yönümlülüyün tələbi qurulub, amma sırf inkişaf yönümlülüdür yox. Adətən alt standart, məzmun xətti, ümumiyyətlə bu kurikulum aid olur elə birbaşa tələb yönümlülüyə. Yəni bütün əslində didaktik prinsiplərlə əlaqəli deyə, amma bir var 20% əlaqəli olsun, bir də var 70-80%. Yəni ona görə də o faizə görə biz dəyərləndirib yekun qərar çıxarda bilirik. Müəllimə, bəs təlim nəticəsi nədir, ümumi təlim nəticəsi nədir? Təlim nəticəsi nədir? Ümumi təlim nəticəsi deməli müəllim, ümumi təlim nəticəsi bizim il sonunda alacağımız nəticə deməkdir. Təlim nəticəsi isə, yəni mənim bu günlərim belə deyək də, uşaqlar məntiqi riyazi təfəkkürdən uşaqlar həndəsi fiqurlarda üç bucağı adlandırır. Məsələn, bu məşğələdirsə, mən onu əgər uşağa başa salmışamsa, bu mənim ümumi təlimin nəticəsi olur ki, yəni bu məşğələnin sonunda uşaq bu nəticəni əldə edir. Məşğələnin sonudsa təlim nəticəsidir. Bəli, amma ilin sonunda isə ümumi təlimin nəticəsidir. Bəli. Məsəl üçün, müəllimə, bu gün mən keçirəm uşağa, belə deyim, 5 dairəsində riyazi, belə deyim də, 5 dairəsini tanımağı. Bugün artıq uşaq 5 dairəsini tanıyır, amma ilin sonunda 4-5 yaşda verilir ki, uşaq 5 dairəsində riyazi əməliyyatları yerinə yetirməlidir. Artıq ilin axırında mən maraqlanıram, soruşuram. Uşaq əgər onu bilirsə, bu ümumi təlim nəticəsi, hamısını bilirsə. Elə bilin ki, siz məsələn 5 aylıq təlim qrupuna qoşulmusunuz da. 5 ayın sonunda əldə etdiyiniz ümumi təlim nəticəsi, yəni ümumi bilik bacarıqlarınız. Amma hər məşğələnin sonrası olan sizin təlim nəticənizdir. Yəni bu gün məşğələnin sonunda nə əldə etdisə o təlim nəticəsidir. Hər məşğələ sonu, hər mövzu sonu üçün. Yaxşı müəllimə, SMART abreviaturası nə oldu? Müəllimə, SMART belə deyək də bizim işimizi aparan düzgün yoldur, nəticə yönümlüdür. Didaktik prinsiplərdə SMART belə deyək, məşğələmizin məqsədini təşkil edir, məqsədində istifadə edirik də belə deyək. SMART-ı Smart Specific, Measurable, Actionable, realistik və time olur. Spesifik o deməkdir ki, konkret olmalıdır. Fikrimiz dəqiq olmalıdır. Məsələn, bu belə deyək ki, Əli bu gün Azərbaycan dilindən məsələn 5 aldı. Burada mən dəqiq şəkildə dedim ki, yəni 5 alıb. Plan dərsdən yəni 5 almayıb. Sual vermədim ki, yəni hansı dərsdən 5 alıb. Sadəcə olaraq əvvəldən bildirdim ki, yəni Azərbaycan dilindən 5 alıb. Bu spesifikdir müəllimə. Dəqiq, konkret mən cavab verirəm. M isə ölçülə bilən olmalıdır müəllimə. Burada da yenə belə deyək, qruplara bölüb, mən siz qayıtda elə başa salmışdım. Mən də elə yadımda saxladım ki, daha rahat olur. Yazıq, məsələn, qrupa bölürük ki, 3 qrupa böldü. Edə bilir, qismən də olsa eləyə bilir, tam yerinə yetirə bilir də, belə deyək. Gələcəkdə onu daha geniş keçəcək dəyərləndirmə mövzusu. Müəllimə. Yəni orada qiymətləndiririk ki, məsələn, Əli bu günlərim həndəsi fiqurları tanıyır, sonra adlandırır, məsələn deyirəm, artıq məsələn çəkə bilir, məsələn deyirəm də müəllimə. Əgər Əli onu çəkə bilirsə, deməli o digər ki, fəaliyyətlərdə onları yerinə yetirə bilir də, tanıyır, adlandırır. Bu ölçülə biləndir də müəllimə. Yəni mən belə başa düşdüm bu mühasibəni. Yəni İndi onu izah edəcəm. Siz deyin bildiyinizi.
Sonra A isə əldə edilə bilən olmalıdır. Yəni uşağın nə əldə edə biləcəyidir. Nə bizim fikrimiz nə çox sadə olmalıdır, nə də çox mürəkkəb olmalıdır. Yəni sadədən mürəkkəbə doğru getməlidir. Hər belə uşaqların yaş səviyyəsini nəzərə almaqla keçməliyik. Yəni o nəzərə almalıyıq. Sonra gəlir realistik resurslara əsaslanır müəllimə. Yəni biz məşğələdə real resurslarla eləməliyik ki, uşaq onu canlı şəkildə görsün. Yəni mən məşğələyə heç bir resursu olmadan bir məşğələ keçsəm, əlbəttə ki, o uşaq üçün həm maraqsız olar, həm anlamaz. Amma resurs şəklində əlimdə vəsaitlərim olsa, məsələn, ətraf aləmlə tanışlıqda yol hərəkəti qaydalarıdır. Mənim o belə deyək, svetoforum olsa və yaxud nələrsə olsa, işarələr olsa, uşaq daha rahat şəkildə başa düşəcək. Time isə o deməkdir ki, məsələn, mən orta qrupda işləyirəm, mənim məşğələmin müddəti 20 dəqiqədir. 20 dəqiqənin tamamında mən məşğələmi bitirməliyəm. Əgər mən o 20 dəqiqə içərisində məşğələmi çatdırıb bitirməsəm, mən deməli Smartda time-ı pozmuş oluram. Ay sağ olun. Bəs Smart hansı didaktik prinsipə aiddir? Vako hansı? Müəllimə deməli Smart aiddir müəllimə nəticə yönümlülüyə aiddir. Sonra Vako-da müəllimə uşaq yönümlülüyə aiddir. 4K-ımız isə tələb yönümlüyə aiddir. Yəni burada uşaq yönümlü odur ki, uşağın istəklərini nəzərə alaraqdan keçirik. 4K-mızdakı, yəni müasir tələblərə uyğun şəkildə keçdiyimizə görə o adı deyirik tələb yönümlüdür. Burada da nəticə yönümlüdür. Məsələn, adi time-dan gördüyümüz kimi, yəni mən məşğələmi əvvəlcədən qururam ki, mən bu nəticəyə gəlib çatacağam. Yəni bu 20 dəqiqə içində mən məşğələmi quracağam, mən uşağı onu başa salacağam. Ay sağ olun. Bəs Vako dediyi öyrənmə tərzi olduğu üçün hansı didaktik prinsipdir? Dedik ki, mənim uşaq yönümlü didaktik Bəs prinsipinə aiddir. 4K? 4K isə tələb yönümlüdür. 4K nə idi xatırlayaq? Müəllimə kritik idi, kreativ idi, kooperasiya idi, bir də kommunikasiya idi. Müəllimə kritik o idi ki, uşaqlar fərqli bir şeylər düzəlir. Sonra ikincisi o idi ki, ikinci K-mız o idi ki, analiz eləyir, sintez eləyir, tənqid edir də, belə deyək də, müəllimə müqayisə eləməkdir. Sonra əməkdaşlığımız var, müəllimə ünsiyyət idi. O birisi nə idi? Əməkdaş biri də var idi. Kooperasiya, tənqidi, təfəkkür. Kooperasiya, bəli. Kooperasiya əməkdaşlıqdır. 4K, yəni 4 dənə K. Kooperasiya, kommunikasiya, kritik, bir də kreativ. Kreativdə nə isə düzəldirik, fərqli bir şeydir. Kritik tənqid eləyirik, analiz eləyirik, sintez eləyirik. Sonra isə kommunikasiya ünsiyyətdir də müəllimə. Kommunikasiya artıq kommunikasiya ünsiyyət deməkdir. Bu 4K bacarığı uşaqda olmalıdır. Dövrün tələbi olduğu üçün adı üstündə 21-ci əsr bacarıqları olduğu üçün 21-ci əsr nədir? Əsrin hal-hazırki dövrdən söhbət gedir. Ona görə də aid olur dediyimiz kimi tələb yönümlülüyə. Tələb yönümlülüyə aiddir. Bir də mənə deyirsiniz, başqa elə bir sual qalmadı. İndi diqqətli şəkildə hər kəs məni dinləsin. Smart haqqında məlumat verəcəm. Müəllimlər. Bir söz deyim. Mən də qrupda, orta qrupdayım da. Mən bir uşaq var. İnanın ki, məsələn belə deyim də, qətiyyən ünsiyyətə girmir də. O uşağın səsini belə eşitməmişik də. Bəlkə autizmdir. Autizmdir bəlkə. Bəli, yəni bilirsən ki, yəni uşaqda nəsə belə deyək. Yox, bizdə indi müəllimə gələcəkdə biz autizm öyrənəcəyik sizinlə. Gələcəkdə Down sindromu nədir, debillik nədir, nitq geriliyi nədir, necə olur? Yəni onları artıq dərindən biz öyrənəndən sonra siz qrupunuzdakı uşaqlara artıq o kimi problemlər olanda artıq o diaqnozu azdan çoxdan qoya biləcəksiniz də. Bir növ valideynə bir məsləhət verə biləcəksiniz ki, üzr istəyirəm. Bilirəm, çoxsun belə deyim də, mən sizə dəfə demişdim də, laqeydlik olduğuma görə tuta bilirəm. Amma bu uşaq göz kontaktı qurur, belə deyim də, göz kontaktı qurur. Məsələn, deyirsən ki, məsələn, fiziki mədəniyyət məşğələsi eləyirəm də müəllimə. Ona məsələn, ona yönləndirirəm. Gedir də, eləyir də. Amma nə illah eləyirsən? Qətiyyən ki, danışmır. Belə ola bilər. O uşaq ümumiyyətlə danışmağı bacarır evdə.
Yəni onu mən belə deyək də, onlar bizim bağçamız qəsəbə tiplidir, yəni qəsəbədir də, qəsəbənin içərisindədir. Məsələn, onu görənlər deyir atası ilə də belə ki, hər yolda zada gəzəndə görsən deyir ünsiyyətə girir, məsələn, özünə ağıllı belə rahat şəkildə aparan uşaqdır da. Danışa Yəni bilir də bir ünsiyyətə də sözlə. girir. Nitqi var. Bəli, bəli, müəllimə, Müəllimə, bəli, onda var. o uşaqlar Amma bağçada mutizmdir. Mutiz uşaqlardır. olar, olar, Bəli. olar müəllimə. Hə. Selektiv mutizm. Hansı ki o uşaqlar, belə deyim, bəzən bizim uşaqlarda da olur. Yox. Kollektiv içərisində, Kollektiv hə, bir içərisində müəllimə elə ki. danışa bildiyi halda danışmır. Özlərini təhlükəli, yəni təhlükəsiz bir vəziyyətdə hiss etmirlər də. Elə bilirlər ki, danışsalar nəsə olacaq. Kimsə ona güləcək, kimsə ona nəsə deyəcək. Yəni belə deyim, rahat olmadıkları mühitdə onlar danışmırlar. Ona görə də Amma mən də yenə də deyirəm, məşğələdə rahat olurlar. Məsələn uşaqlar gülüb əylənəndə o da görsən ki, qoşur. Yəni bunu anlaması da var, qavraması da var ki, yəni o uşaqların güldüyü şey bu da mutizm. hə, müəllimə. Bəli, o zamanla Hı, aradan çox- qalxacaq. Tam sizə güvəni artandan sonra aradan qalxacaq. Onu inşallah inklüziv təhsildə daha geniş öyrənəcək. Əlbəttə ki, bu sizin İnşallah, əlavə müəllimə, ixtisasınızdır. Siz daha da gözəl öyrənəcəksiniz. Ona görə də yəni bilin ki, danışıb amma göz kontaktı qurur. Qurduğu halda cəmiyyət Bəli, içərisində bəli, bəli. danışmırsa Çox rahat mutizmdir. qurur. Bəli, bu mutizmdir. Bəli. Təşəkkür edirəm. İndi hər kəs məni dinləsin, sağ olun, zəhmət müəllim. olmasa. Sağ olun. Əla. Kaydları dinləyin. Yenə də vurğulayıram müəllimlər. Kimlər keçən dəfəki ilə indiki kaydları göndərəcəyim kaydları dinləməsə, birini belə boş buraxsa, bir 10 dəqiqəsini belə izləməsə daxilindən kayda girib, bilin ki, çox şey udacaq və balı da yaxşı olmayacaq. Ona görə də tələblərimi yerinə yetirin. Siz də qısa müddət ərzində yaxşı bal toplayın sınaqlardan. Buyurun Şəhanə müəllimə. Elə ki, indi izah edəndən sonra yenidən sual cavab Bəli, edəcəksiniz. bəli müəllimə, bəli, davam edəcəyik. Sadəcə izah edirəm ki, hər kəs dinləsin. Baxın, səsləri bağlayaq. Hər kəs məni diqqətli şəkildə dinləsin. Smart nədir? Smart planlama texnikasıdır. Yəni bir məqsədi həm məktəbə aiddir, həm bağçaya aiddir. Fərqi yoxdur. Bir müəllim bir məqsəd qoyur qarşısına. O məqsədə çatmaq üçün Smartın tələblərinin yerinə yetirməlidir. Yəni Smartın tələbləri yerinə yetirilibsə, bu deməkdir ki, artıq müəllimin məqsədi uğurlu olacaq. Müəllim məşğələ sonrası nəticə əldə edəcək, düzgün nəticə əldə edəcək. Elə bilin ki, məsələn, sabah bir məclisə gedirsiniz, sabah siz işlərinizi düzgün qurursunuzsa, məsəl üçün belə deyim, indi daha gözəl anlamağınız üçün də sadə dildə deyim ki, saat tutaq ki, 1-də toyunuz var, toya getməlisiniz. Siz ev işlərinizi saat 1-ə qədər çatdırmalısınız. Yəni ev 12-yə qədər çatdırmalısınız ki, o 1 saatda siz artıq bəzənəsiz, toya gedəsiniz. Yəni burada nədir? Burada sən artıq işini planladın da, elə planını elə qurursan ki, işinə gedə biləsən. Amma sən planını qurmasan, artıq sən o toya da gedə bilməyəcəksən. Ya gecikəcəksən, ya gecikməsən belə istədiyin formada getmiş olmayacaqsan. Özünə zaman ayırmış olmayacaqsan. Burada artıq nə edirsən? Yəni düzgün planını qurursan. Bir növ bu da məşğələnin planıdır müəllimlər. Düzgün məşğələ qurmağın planı Smartdan keçir. Yəni bir müəllimə məşğələ götürəndə hər kəs bilir ki, biz indi gələcəkdə alt standartları keçəndə o Smarta mən yenidən toxunacağam. Tam dərk etməyiniz üçün. Biz bir alt standartdan, alt standart məsələn 1-1-1, 1-3-1, 2-2-1, 4-4-1 bunları görmüsünüz də. Hər biriniz də bağçada yazırsınız. İşləyən müəllimlər lap gözəl bilir, işləməyənlər də öyrənəcək. Narahat olmasınlar. Miqə hazırlaşanlardan söhbət gedir. Yəni bunları siz yazırsınız və nə kimi yazırsınız? Alt standart kimi yazırsınız. Bildirirsiniz ki, burada nədən söhbət gedir? Alt standartdan. Məsələn, yazırsınız ki, standart 2-2-2, məsələn 3-2-2. Bu alt standartdır da. Ona görə də Smart alt standarta əsasən tənzimlənir. Niyə? Çünki alt standartdan biz məqsəd çıxardırıq. Bilirsiniz də yazırsınız sizdəki məqsəd. 3 dənə məqsəd yazırsınız, 2 dənə məqsəd yaza bilərsiniz, 4 dənə yaza bilərsiniz. Ən uzağı 4 dənə məqsəd yaza bilərsiniz. Yəni 4 dənədən çox yazsanız düzgün deyil, səhv edirsiniz. Və yaxud da ki, bir dənə məqsəd götürsəniz səhvdir. Bir məqsəd çox azdır. Olmaz. Ya 2 olmalıdır, ya 3 olmalıdır, ya da 4. Uşaqlarınızın potensialına uyğun olaraq qurursunuz məqsədi. Məsələn, desəm ki, Ayda müəllimənin qrupu ilə Sevil müəllimənin qrupu nümunə olaraq gətirirəm. Ayda müəllimə ilə Sevil müəllimənin ikisi də böyük qrup müəlliməsidir. İkisinin də məşğələsi eynidir. Sizcə ikisinin də məqsədi də eyni olmalıdırmı? Məsələn, məşğələ adı eynidir. Məqsədimiz eyni olmalıdırmı müəllimlər? Sual düşüb imtahanda sizə. Xeyr, müəllimə. Xeyr, müəllimə, həqiqətən. Niyə eyni olmalı deyil? Çünki mənə burada sizin belə deyək, bu buzluqdan Səsləri bağlayın. Müəllimə.
Niyə idi müəllimlər səslər echo verəndə telefonu söndürün, yandırın, düzələcək. Əks səda verəndə. Niyə eyni olmalı deyir müəllimlər? Eyni olanda nə olur ki? Hüququmuzdur da müəllimə, hüququmuzu Yox, pozarıq hüquq da. yox, Yəni. hüquq yox. Müəllimə, hər qrupun özünün ayrı-ayrı uşaqlar, yəni necə deyim, özünün qavradığı uşaqlar var da, uşaqlar nəzərə alınır. Ay, Mən öz sağ olun. qrupumdakı uşaqları nəzərə alıram, yəni onların necə qavramalarını. Ona görə mənim məqsədim öz qrupumdakı uşaqlara uyğun olmalıdır. Ay, O biri sağ ol. müəllimlər hə. Düzdür. Məsələn, nümunə olaraq deyirəm ki, ilin əvvəlidir, bir dənə böyük qrup açılıb. Elə deyil, ilin əvvəlidir, sentyabrdan Sevil müəllimə götürüb uşaqlarını sentyabrdan il başlayandan uşaqlarını öyrədib, inkişaf etdirib, məsələn, yaxşı öyrəniblər elə. Mən məsələn qrupumu götürmüşəm dekabr ayından. Mən dekabr ayından mənə təzə bir qrup açıldı, götürmüşəm. Mənlə Sevil müəllimənin qrupunun inkişaf səviyyəsi eyni deyil, axı onlar daha güclü uşaqlardır. Məndəki zəifdir. Elə deyil. Ona görə də mənim məqsədimlə onun məqsədi eyni olmalı deyil. Onun məqsədi güclü ola bilər, mənim məqsədim zəif. Yəni onun uşaqlarının səviyyəsi ilə mənim uşaqlarımın səviyyəsi eyni deyil. Və ya o qalsın bir qırağa. Belə deyim, lap öyrənmə səviyyəsinə görə zəif uşaqlar var, güclü uşaqlar var. Ola bilər ki, digər qrupun adətən görürsüz də, nə olsun ki, baxsanızda ola bilər 2 dənə böyük qrup var. Adətən müəllimlər deyir ki, filankəs müəllimənin qrupu gör necə aktivdir, gör necə yaxşı öyrənir. Yəni fərq eyni deyil də. Ona görə də yəni iki qrupun da səviyyəsi eyni deyil. Səviyyəyə uyğun, uşaqların idrak səviyyəsinə uyğun sən məqsədi qurmalısan. Məqsəd sənin sənə görə könüllü ola bilər. O ayrı məsələ. Bu buna amma aid deyil. Burada məqsəd niyə eyni olmur? Çünki sən öz uşaqlarının ehtiyacına uyğun məqsəd qurursan, digər müəllimə də öz uşaqlarının ehtiyacına uyğun məqsəd qurur. Məsələn, nümunə olaraq deyirəm ki, mənim uşağım, məsəl üçün mənim övladım ilə qonşunun övladı, elə deyil, ikisi də hazırlığa gedir. Qonşunun övladı ilə mənim övladım yaxşı bilir hər şeyi. Onun dairəsini mükəmməl bilir. Amma qonşunun övladı heç üçü tanımır. Müəllimə hər ikisinə də eyni hazırlığı keçməlidir. Yəni eyni dərsi keçməlidir. Yox. Bu da ona oxşuyur da. Yəni o da eyni yaşdadır. Mənim uşağım da eyni yaşdadır. Amma ikisi də eyni şeyi bilmir axı. Ona görə də 2 dənə böyük qrup olsa, 2 dənə məktəb hazırlıq fərq eləmir. 2 orta məqsədin eyni olmalı deyil. Yaş dövrü eyni olsa da sən bax görün bu uşağın nəyə ehtiyacı var? Bu uşaq nəyi bilir, nəyi bilməlidir? Ona görə sən götürürsən artıq. Unutmayın bunu. Əlavə olaraq bunu da vurğulayım sizə. Dediyim kimi, məqsəd nəyə əsasən götürülür? Smarta. Yəni məqsədə düzgün çatmaq üçün smartın tələbinə riayət etməlisən. Ona görə də sizə desələr ki, imtahanda məqsəd eyni mi olur? Deyəcəksiniz xeyr və səbəbini də sizə izah etdiyim kimi izah edəcəksiniz. Bu sizin müsahibə imtahanınıza da düşə bilər. Və əlavə olaraq da smart nədir? Mən bugün məşğələ qururam, standart götürdüm, 3 dənə də məqsəd götürdüm. Və bu məqsədi götürəndə baxıram görüm, smartın tələblərinə uyğundurmu? Birinci smart sözündə s gəlir. S, m, a, r, t. S gəlir. S spesifik deməkdir. S konkretlilik deməkdir. Burada PDF aça bilmirəm. PDF açsam kayıt donacaq. Ona görə aça bilmirəm bugünlük texniki problemlərə görə. Belə smartı qoyun qarşınıza nə demək istədiyimi biləcəksiniz. S spesifik, yəni S konkret olmalıdır. Artıq orada söhbət nədən gedir? Mən artıq onu bilməliyəm. Yəni ümumilikdə söhbət nədən gedirsə, mən artıq onu bilməliyəm. Məsələn, nümunə olaraq deyirəm ki, riyazi əməliyyatları yerinə yetirir. Elə deyil, sual çıxır, gəlir yoxlama. Görür ki, müəllimə götürüb ki, riyazi əməliyyatları yerinə yetirir. Komissiya mənə sual verir. Hansı riyazi əməliyyatlar? Mən artıq burada nə etdim? Konkretliliyi pozdum. Konkret olmalıdır burada artıq. Ki, uşaq nəyi bilir, nəyi bilir, nəyi bacar yox. Daha doğrusu, uşaq bugün hansı işi gördü? Artıq bu gələn komissiya bilməlidir ki, bugün müəllim hansı məqsədi yerinə yetirir. Mən artıq burada riyazi əməliyyatları yerinə yetirir deyəndə ümumidir. Burada riyazi əməliyyatlar var. 3 dairəsində riyazi əməliyyat, 5 dairəsində, 10 dairəsində. Riyazi əməliyyatlar sözü ümumidir. Məqsəd ümumi qurulmur. Ümumi təlim nəticəsində ümumilik var, ilin sonudur. Amma sənin təlim nəticən ümumi qurulmamalıdır. Unutmayın, spesifikliyi burada qorunmalıdır. Onu fiziki mədəniyyət məşğələsində də gələcəkdə izah etmişəm. Keçəndə görəcəksiniz. Yəni konkret olmalıdır. Məsələn, nümunə olaraq belə deyirəm. Deyirəm ki, məsəl üçün evdə deyirəm ki, mən Bakıya gedirəm. Məsələn, mən Bakıya gəzməyə gedirəm. Sual verirlər. Bakıya hara gedirsən? Mən deyirəm ki, Bakıya tutaq ki, bulvara gedirəm.
Elə deyil? Burada artıq birincidə neynədilər? Mənə sual verdilər ki, sən hara gedirsən? Çünki ümumi dedim də Bakıya. Amma Bakıya nə üçün getdiyimi, Bakıda nə elədiyimi mən dəqiq demədim. Sadəcə dedim Bakıya gedirəm. Sual çıxdı, Bakıya niyə gedirsən? Artıq mən birbaşa Bakıya gedirəm yox, Bakıya bulvara gəzməyə gedirəm desəm, mənə sual çıxmayacaq. Deməyəcək Bakıya hara gedirsən. Çünki artıq bildilər ki, Bakıya bulvara gəzməyə gedirəm. Aydın oldu? Yəni burada artıq siz baxan kimi bilirsiniz ki, uşaq nə edir? Dəqiqlik var burada. Konkret yazılıb. Sualdan sual çıxmır. Uşaq nə işi görür siz bilirsiniz. Sualdan sual çıxmır. Bu konkretlilikdir, bu dəqiqlik deməkdir. Aydın oldu müəllimlər? Kiməsə aydın deyilsə səs açsın, izah edim yenidən. Baxın, isti deyin ha sözünüzü. Aydındırmı? Bəli, müəllimə, aydındır. Bəli, müəllimə, bu aydın. Əla. Bu konkretdir. Yəni bir işi görəndə biz artıq bilməliyik ki, burada nədən və məsələn nümunə olaraq da bunu da gətirim. Deyirəm ki, uşaq sadə fiziki hərəkətləri yerinə yetirir. Sual çıxır. Bu sadə fiziki hərəkət hansı fiziki hərəkətdir ay müəllimə? Məsələn, sadə fiziki hərəkət var. Tək ayağı üstündə tullanma, iki ayağı üstündə hoppanma, nə bilim, topu ayağı ilə vurma. Topu ayağı ilə vurma yox. Məsəl üçün, əllərini yuxarı qaldırma və əllərini fırlatma. Yəni sadə fiziki hərəkət çoxdur da, belə deyim. Saysaq çoxdur sadə fiziki hərəkətlər. Ona görə də sadə fiziki hərəkətlər sözü ümumi gedir. Mən elə yazmalı deyiləm məqsəddə. Necə? Ay müəllimə. Salam müəllimə, üzr Salam. istəyirəm. Biz həmişə yazırıq ki, planda müəyyən olunmuş hərəkətləri yerinə yetirir. Deməli, biz həmişə bir-birdə səhv yazırmışıq. Bəli, səhv İndiyə müəllim, elə kimi. onu demək istəyirəm. Çox səhv. Yox ki, elə bir ki, onun sözünü bir dənə götürürdük, səbəb-nəticə əlaqələri qurur. Deməli, biz illərdir səhv Aslında eləyirik. səbəb-nəticə əlaqələri qurur. Bəs onu da yazmalısınız da. Nə ilə Biz o qədər ki, saldırıq ki, ta ki, mövzu götürürük, sonra yazırıq ki, səbəb-nəticə. Dünəndən bilmişəm ki, mən bu səhv eləyirmişik. Həm səhv eləyirik, amma bu da var da müəllimə. Sən orada mövzunu artıq konkret qurmusansa, mövzu ətrafında Aha. səbəb-nəticə əlaqələri elə də səhvlik alınmır. Baxır da nədən söhbət gedir. Aha. Amma birbaşa olaraq elə mövzu qurursan ki, orada məsəl üçün nümunə gətirdim, fiziki hərəkətləri yerinə yetirir, fiziki mədəniyyət məşğələsində. Sadə fiziki Aha. hərəkətləri yerinə yetirir desəm də, yenə də sadə fiziki hərəkətlər çoxdur axı. Başa düşürsüz? İndi ölçülə biləndə onu sizə izah edəcəm. Yəni burada bu konkretliliyə aiddir. Yəni konkretdə artıq uşaq məsəl üçün yazıram ora sadə fiziki hərəkətləri yerinə yetirir, sual çıxır. Hansı sadə fiziki hərəkətləri? Bunu qoydum qırağa. Amma mən yazsam ki, ora iki ayağı üstündə hoppanır, deyəcəksiniz müəllimə uşaq nə edir? Yox, çünki artıq baxan kimi bilirsiniz ki, yazmışam da ora iki ayağı üstündə hoppanır. Deməyəcəksiniz ki, uşaq nə edir? Çünki görürsüz ki, orada yazmışam ki, iki ayağı üstündə hoppanır. Oradan sual verə bilmərsiniz siz mənə. Baxan kimi görürsüz ki, müəllimənin məqsədi nədir? Dəqiq, aydındır. Yəni uşağın nə etdiyini dəqiq müəllim bizə deyir. Aydın oldu? Yəni bu nə oldu? Spesifik. Siz məqsədi quranda 3 dənə məqsədi, 4 dənə məqsədi və ya 2 dənə. Baxın görün, məqsədləriniz spesifikdirmi, dəqiqdirmi, aydındırmı? Bu artıq oldu spesifiklik. İndi isə gəlirik müəllimlər miasırbil. Nədir bu? Bu ölçülə biləndir, qiymətləndirilə biləndir. Artıq burada bir növ uşaq nəyi bacardı? Uşaq nəyə çatdı? Məsəl üçün bayaq nümunə gətirdim ki, uşaq deyirəm ki, bazardan çiyələk aldım. Deyirsiniz ki, nə qədər aldın? Deyirəm ki, 2 kilo. Məsələn, birincidə sual çıxdı ki, nə qədər aldın? Bunu konkretliliyi ilə qarışdırmayın ha. Konkretliliyi ayrıdır. Baxan kimi bilirsən ki, söhbət nədən gedir. Amma ölçülə biləndə odur ki, nümunə olaraq deyirəm ki, sadə fiziki hərəkətləri yerinə yetirir elə. Sadə fiziki hərəkətləri. Müəllim uşağı qiymətləndirəndə ölçə bilmir. Uşaq bu sadə fiziki hərəkətlərdən hansını yerinə yetirir? Bax, konkretlilikdə baxan kimi uşağın nə iş gördüyünü görürsən. O ayrı məsələ. Bir də var, sən uşağı qiymətləndirirsən sonda. Qiymətləndirəndə dəqiq qiymətləndirmə apara bilmirsən. Yəni, ölçə bilmirsən uşağın bacarığını. Sadə fiziki hərəkətin içərisində çox fəaliyyət var. Məsələn, Emildir, Aytacdır, Turandır. Elə deyil? Üçünün də qarşısına yazdım ki, üçü də sadə fiziki hərəkətləri yerinə yetirir. Bu sadə fiziki hərəkətlərin içərisində var hoppanma, var tullanma, var iki ayağı üzərində hoppanma, var tək ayağı üzərində tullanma. Məsələn, Turan iki ayağı üstündə hoppana bilir, amma tək ayağı üstündə tullana bilmir axı. Qorxur. Və amma məsəl üçün bayaq dedim, indi uşaqların adları yadımdan çıxdı. Emil. Tutaq ki, o bayaqki uşaqlardan biri Emildir. Emil həm tullana bilir, həm hoppana bilir, həm də belə deyim, digər fiziki hərəkətləri də yerinə yetirə bilir. Və yaxud da ki, digər bir uşaq
O sadəcə bir hərəkəti yerinə yetirə bilir. Mən burada artıq o sadə fiziki hərəkətləri yerinə yetirir sözünün qabağında Emilin də adını yazsam, Turanın da adını yazsam, digər uşağın da adını yazsam düzgün qiymətləndirmiş olmuram. Çünki artıq bu belə deyim, fiziki hərəkətlər ümumi olduğu üçün artıq onun içərisində xırdalıqlar var axı. Bir uşaq hamısını yerinə yetirir, digər hamısını yerinə yetirə bilmir axı. Ona görə də mən onları düzgün qiymətləndirə bilmirəm. Amma mən ora konkret şəkildə belə deyim, yazsam ki, tək ayağı üstündə hoppanır, mən artıq qabağında Emil sözünü rahat yaza biləcəm. Çünki Emil sırf bunu bacardı. Amma sadə fiziki hərəkət edəndə mən onu da yaza bilmirəm. Elə bilin ki, birinci sən smartda s-nı yerinə yetirirsən, s-dan sonra keçirsən artıq m-ya. M-ya keçirsən. M-nı da eləyəndən sonra keçirsən artıq A-ya. A-dan sonra resursu, resursdan sonra da vaxtını müəyyənləşdirirsən. Yəni ümumilikdə konkretlilik ayrı bir şeydir. Konkretlilik odur ki, baxan görür ki, sən nə iş görürsən. Amma M-da ölçülə bilən odur ki, sən uşağı dəqiq qiymətləndirə biləsən. Başa düşdünüz? Məsəl üçün nümunə gətirim sizə. Deyirəm ki, bu gün qiymətləndirmə aparıram sizdə. Deyirəm ki, inkişaf sahələridir mövzumuz. Yox, inkişaf sahələri olmasın. Məsələn, pedaqogika olsun. Bu gün mən deyim ki, tutaq ki, Günay müəllimə pedagogikanı adlandırır. Daha doğrusu pedaqogika üzrə bilik bacarığa yiyələnir. Elə deyil. Qabağından plus yazım. Bundan məsələn Günel müəlliməni də, Aminə müəlliməni də burada mən yazsam, nə olacaq? Düzgün olmayacaq. Çünki bu pedaqogika artıq çoxludur. Bunun içərisində mövzular ayrı-ayrıdır. Burada Günay müəllimə hamısını bilə bilər. Aminə müəllimə bəlkə yarısını bilir. Bəlkə Günel müəllimə ikisini bilir. Mən o məqsədin qabağında onların adlarını dəqiq yaza bilmərəm axı. Amma konkret desəm ki, o tutaq ki, böhranları belə deyim, uşağın yaş böhranlarını adlandırır. Artıq burada mən Aminə müəllimənin adını ora dəqiq yaza bilərəm ki, Aminə müəllimə yaş böhranlarını adlandırır. Çünki Aminə müəlliməni mən qiymətləndirə bildim, mən ölçə bildim ki, bu bunu bacardı. Amma orada ümumi ilə yazanda mən onu yaza bilmirəm. Çünki o çoxludur, onun tərkibi çoxdur. Hər uşaq da hər şeyi bacarmır. Nə olsun ki, sadə fiziki hərəkətdə? O sadə fiziki hərəkətlərdən uşaq bir-ikisini bacara bilər. Elə uşaq var, hamısını bacarır. Yəni mən durub Aminə müəllimə ilə Günay müəlliməni eyni formada qiymətləndirə bilmərəm. Necə ki, ikisinə də 5 verə bilmərəm. Mən burada düzgün qiymətləndirməliyəm. Nə demək istədiyim aydın olur müəllimlər? Aydın deyilsə deyin, başqa aspektdən izah edim. Aydındır? Açın səsi bildirin. Müəllimə, bu ölçülə bilənə aiddir. Bəli, yenə də deyirəm, ölçülə bilən bilirsiniz nədir? Baxın, burada smartda, s-da ola bilər xüsusilik. O ayrı məsələ. Baxan kim bilirsən ki, söhbət nədən gedir? Konkretlilik ona əsasən qurulur. Bunların qavramasından asılıdır da. Üçü bir yerdə eyni şey qavraya bilməz. Yox, qavraya bilməzdən əlavə biz qiymətləndirmə aparırıq sonda. Elə bilin ki, bu dəqiqə kaydı açıb mən izah etsəm, kayda düşməyəcək. Ona görə izah edə bilmirəm. Məsələn, yenə də deyirəm. Mən smartın s-sında konkret şəkildə deyirəm ki, uşaq bunu adlandırır elə. Gələn komissiya, uzaqdan görən hər kəs deyir ki, hə də uşaq bu işi yerinə yetirir. Bu spesifiklikdir. Bu sadəcə onun konkret yazılıb yazılmamağı ilə bağlıdır. Bu ayrı bir şeydir. Bu sadəcə baxırsan ki, hə, uşaq nə işi görür? Qutardı. Bu başqa. Amma ölçülə bilən odur ki, artıq sənin qiymətləndirmənlə bağlıdır. Sən sonda sadə fiziki hərəkətləri yerinə yetirir məqsəd almısan elə. O sonda 3 dənə məqsədsə, üçünə uyğunda hər məşğələ sonu əslində biz qiymətləndirmə aparmalıyıq. Belə bir qayda var. Sözsüz ki, bu hələ çox yerlərdə tətbiq olunmur. Əslində qiymətləndirmə aparılmalıdır. 3 məqsədə görə. Məsəl üçün, sadə fiziki hərəkətləri yerinə yetirir bir məqsəddir. İndi o bir məqsədləri demirəm. Mən burada sadə fiziki hərəkətləri yerinə yetirir məqsədini keçdim bu gün. Uşaqlardan biri tək ayağı üstündə hoppanır. Yenə də bayaq dedimi? Tutaq ki, Səbinə tək ayağı üstündə hoppana bilir. Bu da sadə fiziki hərəkətdir. Digər eyni zamanda cüt ayağı üstündə də hoppana bilir. İkisini də eləyə bilir. Elə deyil. Və yaxud da ki, sadə fiziki hərəkət başqa bir fiziki hərəkətdə deyə bilərəm. İndi nümunə olaraq çoxdur fiziki hərəkətlər. Nə bilim, əlini nə bilim yuxarı qaldırıb, nə bilim fırlada bilirmi deyim. Yəni fiziki hərəkətlər çoxdur da ümumilikdə. Məsələn, Səbinə bunun hamısını eləyir. Bu sadə fiziki hərəkətlərin hamısını eləyir. Mən artıq onu rahatlıqla yaza bilərəm ki, Səbinə elə, tutaq ki, yazdım, tutaq ki. Amma burada eyni zamanda Mehman da var. Amma Mehman bu sadə fiziki hərəkətlərdən ancaq birini eləyə bilir. Məsəl üçün, cüt ayağı üzərində hoppana bilir. Yəni, sadə fiziki hərəkət sözünü mən yazanda sonda mütləq qiymətləndirmə aparmalıyam. Sadə fiziki hərəkəti ona görə yaza bilmərəm ki, sonda qiymətləndirmə aparanda mən o iki uşağın ikisinin də adını oraya yaza bilmərəm. Çünki orada uşaq hansı uşaq hansını yerinə yetiribsə onu yazmalıyam.
Ona görə də mənim Herkesin məqsədim özünə görə xüsusi olmalıdır. qiymətləndirirsiniz də müəllimə. Yəni ona görə də mənim məqsədim xüsusi olmalıdır ki, məsəl üçün tək ayağı üstündə hoppanır yazsam rahatlıqla yaza bilərəm ki, sevinç. Hə, bu bunu işi görür. Üst və sadəcə bu işi görür. Və yaxud da ki, 2 ayaq üstündə hoppanır. Emil də bunu eləyir. Başa düşdünüz? Amma mən ümumi onların qabağında hamısına eyni dəyər, eyni qiymətləndirməni versəm, bu düzgün çıxmır. Çünki o sadə fiziki hərəkətlərin içərisində hərə bir işi yerinə yetirir. Biri çoxunu yerinə yetirir, biri azını. Ona görə də mənim belə deyim, necə deyim, mənim məqsədim ümumi olmamalıdır burada. Qiymətləndirməmdə də mənim problem yaradır bu. Başa düşdünüz nə demək istədiyimi? Aydın oldu? Oldu, indi çatdı. Müəllimə, hər kəsi özünü bildiyinə görə qiymətləndirirsiniz də, elə. Hər özünü bildiyinə görə, özünü bildiyinə görə yox. Yəni müəllimə, yenə də baxın, yenə də deyirəm ki, sadə fiziki hərəkətləri yerinə yetirirsən ora alanda, o sadə fiziki hərəkətlər çoxdur. Amma sənin qrupundakı uşağın biri var, onu hamısını yerinə yetirə bilir. Biri var, ikisini yerinə yetirə bilir o sadə fiziki hərəkətlərdən. Amma sən qiymətləndirəndə durub o sadə fiziki hərəkətləri yerinə yetirə bilir, Emillə Səbinə yaza bilmərsən. Çünki Emil hamısını yerinə yetirə bildi, amma Səbinə yox. Sən ikisini də eyni formada qiymətləndirə bilmərsən. Ona görə də sənin məqsədin ayrı-ayrı tək olmalıdır. Ümumi məqsədin ümumi olmamalıdır. O bayaq necə ki, konkretlikdə var idi, onun kimi. Yəni bu sənin artıq ölçə bilmə hissəndə də problem yaradır. Artıq uşağı düzgün qiymətləndirə də bilmirsən sən orada. Aydın oldu müəllimlər? Nə demək istədiyim? Bəli. Bunda müəllimə 3 dənə uşağı ayrı-ayrı qiymətləndirir. Elə başa düşdüm mən. 3 dənə deyəndə, orada məqsəd 3 dənə, 4 dənə olur. Məsələn, tutaq ki, götürürəm ki, sadə fiziki hərəkətləri yerinə yetirir, qrupun qaydalarına riayət edir. Başqa məqsəd fərqi yoxdur. Nə olur olsun. Mən onu yerinə yetirəndə o 3 dənə də götürsəm məqsədim xüsusi olmalıdır. 2 dənə də götürsəm ikisi də xüsusi olmalıdır. Bayaq məsəl üçün dedimi, sadə fiziki hərəkətləri yerinə yetirir, qrupun qaydalarına riayət edir. Elə deyil. Məsələn, qrupumdakı uşaqlardan biri qrupun qaydalarına riayət etdi. Amma bəziləri yarısına riayət edir, yarısına etmir. Amma sonda mən deyə bilərəm, qrupun qaydalarına riayət edir. Yox, mən onları xüsusi yazmalıyam, dəqiq yazmalıyam. Ona uyğun da dəqiq qiymətləndirməmi aparım. Gələn valideyn də görsün ki, mənim uşağım bugün nə iş yerinə yetirdi. Konkret görsün ki, bu işdir. Ona görə də o birinci spesifikliyi olmalıdır. Spesifikliyi yenə də deyirəm. Baxan görsün ki, bugün nə olacaq? Nədən söhbət gedir? Müəllimə nəyi keçir? Dəqiq olsun, konkret olsun. Bir də var, artıq qiymətləndirməndə sənin artıq ümumi olsa, yenə də sənin məqsədin, sənin qiymətləndirməndə də problem yaranacaq. Çünki ümumi götürsən, sonda artıq uşaq yenə də nə edəcək? Düzgün sən uşağı qiymətləndirə bilməyəcəksən. İkisinə də durub yaza bilmərsən, sadə fiziki hərəkətləri yerinə yetirə bilir. Çünki onun içərisindən biri yarısını bilir, biri tam bilir, biri orta bilir. Üçünə də yaza bilmərsən ki, bunu bacarır. Amma sən dəqiq yazsan, aydın yazsan, tək ayaq üstündə hoppanır. İkinci məqsəd, cüt ayaq üstündə hoppanır. Artıq belə yazsan, orada artıq konkret yaza bilərsən ki, Emil tək ayaq üstündə hoppanır. Səbinə cüt ayaq üstündə hoppanır. Aydın oldu nə demək istədim? Yəni cüt ayaq üstündə hoppanırın qabağında Səbinəni rahatlıqla yaza biləcəksən. İkisi eyni formada qiymətləndirilmir. Yəni nə demək istədiyim aydındır yəqin ki, ümumi qeyd eləməməlidir qiymətləndirmə zamanı. Kiməsə aydın deyilsə desin müəllimlər, isti deyin. İsti deyin. Sonra qarşılıqlıq yaranmasın sizdə. Aydın deyilsə desin. Axşamınız xeyir Aminə müəllimə. Müəllimə, axı məqsəddə uşaqların adını vurğulamaq düzgün deyil. Bizim bağçalarda qiymətləndirmə cədvəli var da. Qiymətləndirmə cədvəlinə uyğun uşaqların adlı siyahısı yazılır. Onların hər birinin qarşısında yerinə yetirir, yerinə yetirmir və qismən yerinə yetirir. Bəli, amma biz bunu sadəcə rübə əsasən yox. Eyni zamanda hər məşğələ sonrası da biz qiymətləndirmə aparmalıyıq. Orada artıq uşaqların inkişaf dinamikası daha düzgün qiymətləndiriləcək. Elə hər məşğələ orada bütün uşaqların adlarını, bütün uşaqların eləməliyik hamısını. Bəli, müəyyən qədər bəli. Bütün uşaqları ölçməlisən ki, bugün hansı məqsədə, hansı məqsədə çatdı. Yəni bir sözlə bizim artıq orada məqsədimiz ümumi olanda biz düzgün ölçə bilməyəcəyik uşaqların inkişafını. Çünki orada ümumi mən yazanda biri yarısını elədi, biri yarısını eləmədi, amma hamısının qabağına yazdım ki, eləyə bilir. Elə olmur axı. Amma dəqiq mən oraya yazsam ki, bunu edir, onda rahat qiymətləndirməmi apara biləcəm dəqiqliyə görə. Yəni burada dəqiqlilik, düzgünlülük, ölçülə bilən olmalıdır. Düzgün qiymətləndirə bilməliyəm mən bunu. Bir də gəlir article. Article əl çata bilən olmalıdır. Article tamamilə ayrıdır. Yəni bunun miasırble aidiyyatı yoxdur. Yenə də deyirəm, spesifikdən miasırble törənir. Miasırbledan article, articledan artıq realistik, realistikdən də timer yəni.
bir ardıcıl bunların əsasında məqsədini qurmalısan. Yəni burada article bilirsiniz nədir? Əl çata bilən olmalıdır. Uşaqların yaş səviyyəsinə, inkişaf səviyyəsinə, qavrama səviyyəsinə uyğun qurmalısan. Yenə də bayaq nümunə gətirdim. Mənlə Sevil müəllimənin sinifində niyə mən məqsədlərə eyni verə bilmirəm? Çünki mənim uşaqlarımın səviyyəsi ayrıdır, amma digər müəllimənin qrupundakı inkişaf səviyyəsi tamamilə ayrıdır. Ona görə də mən öz uşaqlarımın səviyyəsinə uyğun qurmalıyam. Mən hazır plan almamalıyam. Hazır planda məqsədi yerinə yetirməməliyəm. Düzdür, bunu komissiya çox dərinliyinə getmir. Sadəcə öz işinizi dərin bilməyiniz üçün bunlar əsasdır da. Ən azı imtahanda da olsa siz bunu düzgün yazmalısınız. İşinizdə də tətbiq etsəniz nə gözəl. Daha yaxşı olar. Düzdür, biraz xırdalığı çoxdur, amma yəni əsas bundan irəli gəlir. Nümunə olaraq deyim ki, mənim bu gün qrupumda müəllimlər deyirəm, tutaq ki, bugün mənim uşaqlarım, qrupumdakı uşaqlar, zəif uşaqlarım var, orta səviyyəli uşaqlarım var, bir də güclü səviyyəli uşaqlarım var. Hər yerdə var da, necə ki bu dərsdə də bu dəqiqə mənim zəif müəllimlərim var, orta səviyyəli var, bir də güclü müəllimlərim var. Özlərində işləyənlər həmişə güclü olur. Orta səviyyəlilər artıq müəyyən müddət öyrənib orta zəif olanlar da demək ki, sıfırdan başlayanlardır ya da ki, dərsi yaxşı öyrənməyib, tez-tez təlimlərə qoşulsa belə dərsi yaxşı qavraya bilməyən müəllimlərdir, mənimsəyə bilməyən müəllimlərdir. Article odur ki, yəni bir müəllimə məşğələdə məqsədi hamı üçün bir götürməməlidir, eyni səviyyədə götürməməlidir, eyni səviyyədə çətin verməməlidir məşğələsini, yəni məqsədini. Nümunə olaraq deyim sizə, məsəl üçün, indi onu gələcəkdə məktəb hazırlıq kitabında sizə göstərəcəm, belə nümunə gətirim. Məsələn, bugün mən uşaqlara, qrupumda uşaqlar var, zəif, orta və güclü uşaqlar. Mən bugün uşaqlara 5 dairəsində riyazi əməliyyatları yerinə yetirməyi öyrətməliyəm. Məşğələmdə budur da, indi mövzum budur. Amma mənim görürəm ki, mən bunu yerinə yetirə bilsəm də, tutaq ki, Səbinə qrupa təzə gəlib, heç qrupa təzə gəlməsin. Deyək ki, Səbinə təzə gəlsə belə yenə də nəyisə öyrənə bilmir. Heç Səbinə 5-i tanımır. 5-i tanımadığı halda o necə riyazi əməliyyatları yerinə yetirəcək? Düz demirəm? Və yaxud da ki, orta səviyyəli uşağım eyni zamanda o da riyazi əməliyyatları yerinə yetirə bilməz. Amma güclü səviyyəli uşağım riyazi əməliyyatları yerinə yetirə biləcək. Nümunə olaraq, yəni bugün mən məqsədi qurmuşamsa, bir dənə məqsəddən söhbət gedir. O 3 dənə məqsədin birini deyirəm ki, məsəl üçün riyazi əməliyyatları yerinə yetirir götürmüşəm elə. Mən bunu götürmüşəmsə, mənim güclü uşaqlarım bunu bacaracaq. Amma zəiflə orta uşaqlarım kənarda qalacaq. Əgər nümunə imtahanda düşsə ki, müəllim məşğələ zamanı belə deyim, məqsədini güclü uşaqlar üzərində qurmalıdır deyilirsə səhvdir. Adi tək bir uşaq belə kənarda qalırsa, burada artıq tamamilə birbaşa səhvdir. Unutmayın. Bir uşağı belə müəllimin kənarda qalmamalıdır. Sən məqsədi elə qurmalısan ki, sən bütün uşaqların inkişafını nəzərində saxlamalısan ki, mənim bu uşağım bugün nə öyrəndi? Bir növ article odur ki, məşğələ sonrası mənim uşağım nəyəsə axır çatdı, nəsə öyrəndi mi görəsən? Mən axır bugün ona nəsə öyrədə bildim mi? Onun əsasındadır. Yəni, yenə də deyirəm, nümunə olaraq, mən deyirəm, riyazi əməliyyatları yerinə yetirir güclü uşaqlarım üçün elə. Zəif uşaqlarım bunu bacarmadı. Ona görə də mənim bugün, belə deyim, mövzum riyazi əməliyyatları yerinə yetirir olsa da 5 dairəsində mən neyinirəm? Zəif uşaqlarım üçün bir dənə məqsəd götürürəm. Birinci məqsədim sadə olmalıdır. 5 dairəsini fərqləndirir. Məsəl üçün, mənim zəif uşaqlarım 5-i tanıyırlar. Amma fərqləndirə bilmirlər. Onlar üçün neyinirəm? Tanıyırlar, bir tık artığını öyrədirəm də bugün bu məşğələdə. Birdən-birə toplamanı öyrədə bilmərəm. Çünki onlar elə 5-i tanıyırlar, amma fərqləndirə bilmirlər digər rəqəmlərdən və ya əşyalar üzrə fərqləndirə bilmirlər ki, 5 dənə top hansıdır, 4 dənə top hansıdır, 5 çoxdur, 4 belə deyim azdır. Bunu tam bilmirlər. Ona görə də amma 5-i tanıyırlar. 5 rəqəmini görün ki, deyir ki, bu 5-dir. Amma fərqləndirə bilmirlər. Mən neyinirəm? Zəif uşaqlarım bugün adlandıra bilirlərsə, artıq mən məşğələmdə bir dənə sadə məqsəd götürürəm ki, 5 dairəsini fərqləndirir. Bu mənim zəif uşaqlarım üçün olan məqsədimdir. İkinci məqsədi götürürəm ki, mənim güclü uşaqlarım həm 5 dairəsini adlandıra bilir, həm fərqləndirə bilir. Amma orta səviyyəli uşaqlarım, yəni həm fərqləndirə bilir, həm adlandıra bilir, amma qruplaşdıra bilmirlər. Neyinirəm? Orta səviyyəli uşaqlarım üçün də bir dənə məqsəd götürürəm. Nə götürürəm məqsədim? Artıq onlar bugün fərqləndirib, adlandıra bilirlərsə, onlar üçün də yazıram ki, 5 dairəsini qruplaşdırır. Əşyalar üzrə qruplaşdırır 5 dairəsini artıq. Məsələn, 5-i qoyuram, 5 dənə top gətirir. Digər rəqəmlər üzrə olsun, 4 olsun, 3 olsun. Yəni, mənim artıq orta səviyyəli uşağım bugün yeni nəsə öyrəndi.
Başa düşdünüz? Güclü uşaqlarım üçün də yazıram ki, 5 dairəsində riyazi əməliyyatları yerinə yetirir. Çünki mənim güclü uşağım həm fərqləndirə bilir, həm 5 dairəsini tanıyır, həm də qruplaşdıra bilir. O da yeni nəsə öyrənməlidir də bu gün məşğələdə. Ona görə də onlar üçün də toplamanı verirəm. Zəif uşaqlarımı nəzərə aldım, elə deyil. Onlar bu nəyisə bilirlərsə, bir tık da bu gün nəsə öyrəndilər. Orta səviyyəli uşaqlarım nəyi bilirdilərsə bir tık da artıq, yəni bir səviyyədə artığını öyrəndilər. Güclü uşaqlarım da bildiklərindən bir azcana da artığını bu gün məşğələdə öyrəndilər. 3 qrup, yəni 3 formada uşaqları mən möhkəmləndirdim. Müəllimlər, yağışın səsi hiss olunmur ki orada. Yəni səsim aydın gəlir, burada yağış yağır. Problem yoxdur ki səsimdə. Xeyr, müəllimə, aydın gəlir. Əla. Aha, davam edək onda. Yəni ümumilikdə. Amma məsəl üçün deyirəm ki, mən bu gün ancaq 5 dairəsində riyazi əməliyyatları yerinə yetirib və yaxud da ki 5 dairəsində riyazi əməliyyatları 5 dairəsini əşyalar üzrə qruplaşdırır götürsəm, neylədim? Orta səviyyəli uşağımı nəzərə aldım, güclünü nəzərə aldım, amma zəifi neylədim? Nəzərə almadım. 2 məqsəd götürsəm. Ona görə də mən uşaqlarımın potensialına baxıram. Bəlkə heç mənim qrupumda zəif uşaq yoxdur, bəlkə heç orta səviyyəlidir və güclü uşaqdır. Elə bəlkə mənə 2 məqsəd də bəs eləyər. Baxıram da qrupumun potensialına uyğun qururam o məqsədi. Bir dənə uşağım belə orada zəifdirsə, mən onun üçün zəif məqsəd qurmalıyam. Axır mən bilim ki, keçən dəfə tutaq ki, Səbinə, Fatimə, Ayşən keçən dəfə 5 dairəsini tanıyırdılar, amma fərqləndirə bilmirdilər. Artıq mən bu gün bildim ki, mənim zəif uşaqlarım bu gün fərqləndirə bildilər. Mənim orta səviyyəli uşaqlarım Elşad, Rasim, Ayşən bu gün artıq bildim ki, qruplaşdıra bildilər. Güclü uşaqlarım da yeni nəsə öyrəndilər. Və yaxud da müəllimlər, onu qoyuram bir qırağa. Mən bu gün çox sadə versəm, məşğələmi çox sadə versəm, artıq mənim güclü uşaqlarım üçün o sıxıcı keçəcək. Çünki hər məşğələ uşaqda yeni bilik və bacarıq formalaşdırmalıdır. Unutmayın bunu. Hər məşğələ uşaqda nə formalaşdırmalıdır? Yeni bilik və bacarıq. Yəni mən bu dərs keçdiyimi gələn dərsdə keçsəm mənim güclü müəllimlərim, yəni eyni zamanda mənim güclü uşaqlarım sıxılacaqlar. Nümunə olaraq deyim ki, mən bu gün 2 məqsəd götürüm ki, sadə tutaq ki, məsələn 5 dairəsini fərqləndirir, 5 dairəsini qruplaşdırır götürdüm elə. Hesablamanı götürmədim orada. Mənim güclü uşaqlarım sıxılacaq. Çünki onlar onların hamısını bilirlər, amma bu gün məşğələdə yeni nəsə öyrənmədilər. Onlar üçün məşğələ maraqlı olmadı, öyrədici olmadı. Yəni mən 3 səviyyəli uşağımın 3 qrup səviyyəli uşağımın 3-ünün də səviyyəsini nəzərə alıb məqsədimi qurmalıyam. Və bilməliyəm ki, görəsən bu gün bu uşaq bunu bacaracaq. Əgər mən burada yenə də deyirəm, birbaşa məqsədimi güclü götürsəydim, 5 dairəsində riyazi əməliyyatları yerinə yetirir. Mənim zəif uşaqlarım onu bacarmayacaqdılar. Orta səviyyəli uşaqlarım da bacarmayacaqdılar. Ancaq güclü səviyyəli uşaqlarım bacaracaqdı. Və yaxud da ki, ən zəif məqsədimi götürsəydim mən bu gün məşğələdə, artıq burada mənim güclü uşaqlarım üçün məşğələ maraqsız olacaq. Çünki onların bildiyi bir şeylərdir. Nə demək istədiyim aydın oldu hər kəsə. Yəni bildiyindən bir səviyyə artığını hər məşğələdə hər uşaq öyrənməlidir. Ona uyğun da müəllimə məqsədini də düzgün qurmalıdır. Nə demək istədiyim aydındırmı? Bəli, müəllimə, aydındır. Əla. Yəni inanmıram ki, burada çətinliyiniz olsun. Sonra yenə də deyirəm müəllimlər, kimin sualı varsa isti versin. O deyirlər dəmiri isti döyərlər. Sonra nə qədər də döysən o dəmir artıq bərkimiş olacaq. Yəni müəyyən qədər siz sualınızı isti verin ki, həmin anda da cavabı ala biləsiniz. Bilməyən müəllimə də sualını verə bilər. Sağ olun. Çox sağ olun. Çox gözəl başa saldınız müəllimə. Belə başa düşdük. İnşallah ki, testdə də bunu yaxşı tətbiq edə bilərik. Smart elə testdə düşmür. Sadəcə o müəllimin öz işini yerinə yetirməsi üçün vacib olan bir aspektdir. Düşsə də bir sual düşəcək maksimum. Ona uyğun. Yaxşı. Yenə də yəni bir məqsəd qurmağınız üçün artıq siz bilirsiniz. Necə? Sağ olun müəllimə. Valla bundan artıq daha başa salmaq yolu olmaz. Çox sağ olun. Təşəkkür edirəm. Hə müəllimə, çox sağ olun. Bacardığınızı eləyirsiniz də. Biz biraz çətin qavrayırıq bu. Yox, narahat olmayın. Zamanla onu tam möhkəmləndirəcəksiniz. Biraz cana digər mövzularla da əlaqəlidir. İndi gələcəkdə biz qiymətləndirməni keçək, artıq orada o deyirləri puzzle-ın qalan hissəsi tam üstünə düşmüş olacaq. Artıq biləcəksiniz ki, hə, mən bu gün dəyərləndirməni bildim. Demək ki, dəyərləndirmə müəllim smart izah eləmişdi. Dəyərləndirmə ölçülə bilən aid olur müasir bula və yaxud da növbəti mövzunu keçəcəksiniz, məşğələnin mərhələləri. Deyəcəksiniz, bu buna aid imiş. Yəni mövzular bir-birindən əlaqəlidir. Təməl olaraq mən bunu real həyat situasiyalarına izah eləmək istəyirəm ki, tam aydın olsun sizə. Elə müəllim var ki, inanın, mən inkişaf sahələrini onlara elə izah eləmişdim ki, kayıtda da var.
Məsələn, inteqrasiyanı daha doğrusu elə izah etmişdim ki, nümunə olaraq gətirmişdim ki, idraki inkişaf bir qonşudur, fiziki inkişaf digər qonşudur. İdraki inkişaf evindəki problemi həll etmək üçün gedib qonşudan kömək istəyirsə, inkişaf sahələri arası inteqrasiyadır. Amma öz evində onu həll edirsə, daxilində inteqrasiyadır. Bunu elə formada izah eləmişdim ki, aydın olmuşdu onlara. Yəni həyati situasiyalar da tam aydın oldu. Allah razı olsun sizdən. Çox sağ olun. Bir sağ olun müəllimə. Müəllimə, yəni bu article-da, yəni demək olarmı ki, yəni fərdləşmə, differensial Ay, təlimdə, sağ yəni olun, ay, sağ olun. Diferensiyallaşma hansındadır? Yəni bir Article-da. uşağın article-da, bəli, yəni ki, uşaqların hərəsinin öz qavraması da, yəni qavraması nəzərə alınırsa, Ay, yəni fərqli. əla, əla. Baxın o potensialını müəyyənləşdirib məqsəd qurursansa hansındadır? Article-da. Birbaşa olaraq article-da. Qiymətləndirmə, dəyərləndirmə müasirbildə. Artıq spesifikdə də baxan kimi bilməlisən ki, burada uşaq nə iş görür. Amma ölçülə bilən qiymətləndirmə işləri aparırsansa, bura müasirbilə aiddir. Uşağın inkişaf səviyyəsi nəzərə alınırsa, article-dır. Spesifiklə, yəni belə başa düşək ki, müəllimə də, elə ki, dərsin adıdır da, dərsin adı. Yəni bu ki, müəllimə neyini? Nə iş görür? Bəli, Mən ona sual adıdır. vermirəm, görürəm. Müasibılda da bu dərsin adına uyğun uşağın öyrəndiyidir. Ay, sağ olun, odur, düzdür. Şimdi gələcəkdə o ümumi təlim nəticəsidir, digərləri də, onları da çox gözəl mənimsəyəcəksiniz. Ona görə bugün ona çox toxunmuram ki, deyirlər, öz yerində izah eləyim, anında izah eləyə bilim. Bugün indi smartı izah eləyə bilirəm. Yəni, qaydasındadır, nümunələrlə, real həyatdan izah eləyə bilirəm. Bunu olduğu kimi başa düşsə, sabah situasiyalarda səhvlik eləyə bilmərsiniz. Amma orada qaydaları əzbərləyib, sabah siz testdə onu yaza bilmərsiniz. Sırf qayda budur, onu ömür boyu yaza bilmərsiniz. Çünki qayda düşmür imtihana, situasiya düşür. Amma bunu bugün bilirsinizsə, sabah situasiyanı da yaza biləcəksiniz. Məsələn, diferensiyallaşma, fərdləşmə bayaq müəllimə artıq tapdı ki, o aid olur article-a. Qiymətləndirmə, dəyərləndirmə, ölçmək müasirbilə. Xüsusilik, dəqiqlik, nə iş ki, müəllimin hansı məqsədi verdiyini, nə öyrətdiyini nədən biləcəm? Spesifiklikdən. Baxan kimi biləcəm ki, bugün müəllimə nə keçir, nə öyrədir. Bir də gəlir müəllimlər realistik, real imkanlar nəzərə alınmalıdır. Müəllim məşğələni elə keçməlidir ki, burada artıq real imkanlar deyəndə, yəni mənə necə ki deyirik, dövlət iş üsulunu, iş formasını, resursu mənim qabağıma qoymur ki, bunu hazırla. İş üsulu, iş forması, resurs könüllüdür. Müəllimin hüququdur. Keçmişdim də sizə. Özünüz də bilirsiniz. Burada eyni zamanda əlavə olaraq, ondan əlavə necə deyim sizə? Bizim hüquqlarımızdan əlavə biz nəyə görə resurs hüququmuzdur? Çünki müəllim yaradıcı olmalıdır. Müəllim istədiyi resursla uşağa dərsi mənimsədə bilər. Amma bir baxmalıdır ki, bu əlimdəki resursla mən bu dərsi uşağa mənimsədə biləcəmmi? Yəni kifayət edirmi bu əlimdəki resurs? Tutaq ki, keçirəm bugün heyvanlar mövzusunu. Elə deyil. Mən bir dənə gətirim, oraya 2 dənə şəkil yapışdırım. Bununla mən uşağa tam mənimsədə bilmərəm axı. Mən orada video slaytda göstərə bilərəm və yaxud da ki, video slaydım yoxdur. Qoyum onu qırağa. Bir balaca bir kardondan maket düzəldə bilərəm. Və yaxud da ki, bir oyun qura bilərəm. Oyun deyəndə ki, oyun üçün bir resurs gətirə bilərəm ora. Burada neynədim mən artıq? Real imkanlar, yəni məşğələni mənimsətmək üçün əlimdə lazım olan vəsaitlər. Hər şey bir qırağa qalsın. Səs ucaldıcım olmalıdır orada. Audiallıq nəzərə alınmalıdır ki, uşaq artıq eşidərək öyrənsin. Başa düşdünüz? Məsəl üçün, heyvanlarda heyvanların səsini artıq uşaq eşidərək də öyrənə bilər. Nədir? Resurs gətirmişəm də orada səs ucaldıcı. Əlimdə olan vəsaitlər resursdur. Əgər siz məşğələyə başlayırsınızsa, baxırsınız, əlinizdəki resurslarla uşağa tam dərsi mənimsədə bilirsinizmi? Bilirsinizsə, realistik yerinə yetirilir. Əgər yerinə uşağa tam mənimsədə bilmirsinizsə, realistik pozulur. Resursunuz yoxsa realistik pozulur. Resurs varsa realistik qorunur. Aydın oldu? Bu çox rahatdır. Bunu qarışdıra bilmərsiniz. Bəli, mənim də bu asandır. Bu asandır, bəli. Bir də gəlir timer. Yəni vaxt, zaman. Yəni bugün mən məşğələ keçirəm, açıq məşğələ verirəm. Mən məktəbə hazırlıq qrupundayım. Hazırda da məktəbə hazırlıqda işləyirəm. Elə real olaraq gəlmişkən deyim. Məktəbə hazırlıq qrupundayım, məşğələ keçirəm. Mən bugün məqsədimi elə qurmuşam ki, mənim məqsədimi reallaşdırmağım üçün 30 dəqiqə bəs eləmir. Amma məqsədi elə götürmüşəm. Gəlirəm, saat artıq vurur çıxır, nə bilim, 50-60 dəqiqəni. 1 saatı. Nə oldu? Mən nəyi pozdum? Timeri, vaxtı.
Vaxtı düzgün bölməliyəm. Bir məqsədi quranda düşünməliyəm ki, mən bu 3 dənə məqsədi yarım saatı uşaqlarda formalaşdıra biləcəm. Necə ki, dedim bayaq ki, bir yerə gedirsiniz, deyirsiniz, mən görəsən 2 saata bu qədər işi görüb toya gedə biləcəm. Yəni bu qaydada vaxtı da əvvəlcədən düzgün bölməlisiniz. Elə bölməlisiniz ki, nizamlamalısınız. Məsələn, 3-5 dəqiqə getdi motivasiyama, tutaq ki, 5 dəqiqə burdan, getdi tutaq ki, 10 dəqiqə, 12 dəqiqə, 13 dəqiqə mənim dərk etməmə, qalanı da tətbiq etmə. Hə, demək ki, mən bunu verə bilirəm. Görən mənim verəcəyim informasiya, mənim dərk etməm çox uzun çəkməyəcək ki, sonra o tətbiq etməmə də ziyan verəcək axı. Tətbiq etməm də çox çəkəcək. Burada artıq mən time pozuram. Vaxtı nəzərə almalıyam. Vaxt artıq keçirsə, time pozulur. Və yaxud da ki, mən bu gün məktəbə hazırlıqdayam. Mən artıq məşğələni 30 dəqiqəyə yox, yekunlaşdırdım 15-20 dəqiqəyə. Yenə də time pozdum. Vaxtı düzgün yekunlaşdırmalıyam. Mənə 30 dəqiqə vaxt verim. 30 dəqiqə məşğul olmalıyam uşaqlarla. 15 dəqiqə onu bitirə bilmərəm. Yenə də time pozdum. Aydın oldu müəllimlər? Ümumiyyətlə smart aydın oldu mu sizə? Bəli, müəllimə. Bəli, müəllimə, bəli. Bəli, müəllim, aydın oldu. Əla. İnanmıram ki, Bəli, daha müəllim, əlavə çox bir sağ problem olun. olsun. Çox gözəl. Belə. İndi davam edək sual cavabımıza. Yenə də deyirəm, bizim o alt standartlarımız, eyni zamanda onu daha mükəmməl öyrənməyiniz üçün fizikinin alt standartını öyrənəndə orada da ümumi təlim nəticələrini göstərmişəm ki, baxın müəllimlər demişəm. Fiziki inkişafda baxın, nümunə demişəm ki, bax, varisliyi budur, yaş qrupları və ya inteqrativliyi baxın budur. Eyni zamanda iş üsulunu mən niyə alt standartdan götürürəm? Baxın bu səbəbə görə. Hamısını izah eləmişəm. O ümumiyyətlə yenə də bayaq nümunə gətirdim. Əyani görülən, əyani öyrənilən, dərk edilən hər şeyin yadda qalma müddəti uzundur. Amma siz onu orada qayda kimi öyrənib imtahana getsəz, heç vaxt situasiyanı yaza bilməyəcəksiniz. Ona görə də mənasını bilin. Bilmədiyinizi də soruşun. Bunun üçün də verdiklərimi öyrənməyiniz, testləri etməyiniz, qaydaları dinləməyinizdir və dərsə vaxtında qoşulmaqdır. Bunların biri də yerinə yetirilmirsə, bilin ki, zənciriniz qırılır. Və o qırılan zəncir ömür boyu belə deyim, bərpa olunmur da, belə deyim, mövzular artıq arada qırılırsa, nəsə həmişə axsama baş verir. Unutmayın bunu. Dərs həmişə dərsi mükəmməl öyrənmək üçün ardıcıllığı nə olur olsun itirməyin. Hamısı bir-biri ilə bağlıdır. Yəni bir mövzu digəri ilə bağlıdır. Mən elə keçirəm ki, bir-birini tamamlasın varisliyə əsasən. Yəni varislik də bir növ artikel nəzərə alınır. Bayaq müəllim dedi diferensial, fərdiləşmə. Eyni zamanda artikel aid olur eləməz diferensiallaşmaya. Buyurun. Yəni eyni zamanda varisliyə. Buyurun Günel müəllimə. Müəllimə bir söz deyim, siz buna aid test atardınız da biz işləyərdik. Müəllimə, o smartın testini, inkişaf sahələrinin testini hələ tam mükəmməl öyrənməm, o testi etməyə ehtiyac yoxdur. Onu inşallah atacağam, test göndərəcəm. Amma test işləmə texnikasında onu sadə dildə də izah edəcəm sizə. Göndərəcəm testi. Mən məzmun xəttinə, ümumi təlim nəticələrinə görə deyirəm əsas. Hə, onu göndərəcəm. Amma bu dəqiqə inkişaf sahələrinin 4-ünü mən keçməmiş, onun testini sizə göndərməyim mənasızdır. Siz qarışdıracaqsınız. Onlar bütün keçirilməlidir ki, bir mövzu bütün keçirilməlidir ki, testini rahat işləyə biləsiniz. Ona görə də onu 4 hissəyə bölmüşəm mən. 4 dərsə keçəcəm alt standartları. Fizikini ayrı verəcəm, idraki ayrı ki, az öyrənək, dərin öyrənək. Bir var, müəllimlər gəlirlər, deyirlər 2 aylıq təlimə qoşulmuşuq, 3 aylıq heç nə bilmirlər. Gəlirlər 3-4 dəfə təlimə qoşulublar, heç nə bilmirlər. Ümumiyyətlə smartın nəyə aid olduğunu bilmirlər. Yəni yenə də deyirəm, 5-6 dəfə, 10 dəfə qoşulmaqla deyil. O deyirlər, uzun müddət qoşulasan, amma dərindən qoşulasan. Bir dəfə qoşulasan, dərindən qoşulasan. Daha 10 dəfə qoşulum, o deyil, sayı çox sambalı yox misalı da. Sayı çoxdur, çox qoşulmuşam, amma ortada bir nəticə yoxdur. Amma az qoşulmuşam, öz qoşulmuşam, dərindən bilirəm deməkdir. Ona görə də mütləq dərindən öyrənməyə üstünlük verin. Qaçaraq öyrənməyə üstünlük verməyin. Sonra təkrarda da sizə rahat gələcək hər şey. Səs açsın, inşallah. Səs açsın Şəhanə Mövsümova. Bəli. Şəhanə müəllimə, siz mənə vurğulayacaqsınız. Əsas standart, alt standart, məzmun xətti nədir və bunların funksiyalarını. Sadalayın. Deməli, məzmun xətti imtahanın nəticələri ümumiyyətlə məzmun xətti əsas standart və alt standartdır. Biraz həyəcanlıyam. Narahat olmayın müəllimə. Nə bilirsiniz onu? Deyin. Elə ki, məzmun xətti dəyişmir, bizim məqsədimizə aparır, bir də bir rəqəm ilə ifadə olunur. Burada sadəcə birikmir. Fəaliyyət yoxdur.
Amma məzmun standartı dedikdə həm bilik, həm də fəaliyyət nəzərdə tutulur. Bilik bizim öyrəndiyimiz, yəni uşağın yəni nə öyrətdiyimiz, uşağın nə öyrəndiyidir. Fəaliyyət isə onun tətbiqi. Yəni uşaq nə öyrəndiyini nümayiş etdirir, tətbiq edir ki, biz də onun yəni nə öyrəndiyini, nə qədər öyrəndiyini burada görmüş oluruq. Sonra o da əsas standart, bir də alt standarta bölünür. Əsas standart deməli 2 rəqəmlə ifadə olunur. Bəzən dəyişə bilir. Bir də ki, Mürəkkəb bacarıq tələb olunanda dəyişir. bəli, mürəkkəb bacarıq tələb olunanda dəyişir. Bir də ki, summativ qiymətləndirmə olur. Deməli, alt standart da daim dəyişir. Çünki məsəl üçün bir dərsi biz nəzərdə tutduqda, məsəl üçün fiziki fəaliyyət deyirik. Həmin o dərsdə, yəni bir dərsdən ibarət olmur. O hər dəfə dəyişilir. Hər dəfə dəyişdiyinə görə də o demək ki, yəni alt standart hər dəfə dəyişir. 3 rəqəmi ilə ifadə olunur. Bir də formativ qiymətləndirmədir. Belə. Aha, niyə formativ qiymətləndirmə alt standarta aid? Deyə bilərsiniz, çünki hələ onu biz tam keçməmişik. Deyə bilərsiniz, yox. Sadəcə qaydasını öyrənmişsiniz də. Bir alt standarta aid. Amma alt standartdan necə çıxır, o göndərdiyim qaydaları dərindən izləməklə biləcəksiniz. Niyə alt standarta aiddir? Deməli, Deyil. başa düşdüyüm qədərinə. Elə bir ki, formativ qiymətləndirmə də nədir? Biz uşağa hər bir dərsi, məsələn, deyirik, fiziki fəaliyyət. Fiziki fəaliyyətdən ən axırda normalda indi məktəbdə summativ qiymətləndirmə olur. Bir də bağçada onu formativ qiymətləndirmə kimi. Yəni hər dərsin sonunda sanki hər dərsdən bir təkrar kimi, onda bir soruşmuş kimi, yəni nə bilim, yəni onun alırıq da, yəni dərsin bütövünü ondan alanda o ki, formativ qiymətləndirmə olur. Yo. Tamamilə səhvdir. Formativ gələcəkdə keçəndə biləcəksiniz nə olduğunu. Yox, sadəcə sizdən mən formativ soruşmuram. Demirəm formativ nədir. Deyirəm ki, formativ niyə alt standarta aiddir? Mən onu soruşuram sizdən. Çünki bizim məqsədimiz alt standartdan çıxır və biz qiymətləndirməmizi məqsədə uyğun aparırıq. Məqsəd hardan gəldi? Alt standartdan gəldi. Demək ki, məqsəd alt standartdan gəlir. Mən artıq məqsədə uyğun qiymətləndirmə aparıram. Məqsədin təməli alt standartdan gəldi. Yəni, mənim ona görə də formativ qiymətləndirməm alt standarta aid, əsas standarta yox. Çünki mən məqsədimi qiymətləndirəndə mənim məqsədim alt standartdan gəlir. Aha. Çünki dəqiqliyi də gözlənildiyi üçün resursumu, iş formamı, iş üsulumu alt standarta uyğun seçirəm. Çünki dəqiqliyi, düzgünlük alt standartdadır. Bilik nədir, fəaliyyət nədir? Necə? Bilik nədir, fəaliyyət nədir? Bilik uşağın nə öyrənəcəyidir, nə öyrəndiyidir. Fəaliyyət isə həmin o öyrəndiyini necə nümayiş etdirəcəyi, tətbiq eləyəcəyi, yəni belə. Nümunə gətirin. Nümunə olaraq, məsəl üçün, biz uşağa dedim də mən bağçada praktikaya gedirəm. Həmin o praktikada öz keçdiyimdən deyim. Uşağa məsəl üçün 3 dairəsində öyrədirəm. Məsələn, bir şeyləri orada tətbiq edirəm, öyrədirəm. Sonra da gətirirəm, o uşağı çıxardıram, orada sual-cavab kimi eləyirəm ki, ən azından görüm bu nə öyrəndi, bunun yadında nə qaldı. Mənim öyrətdiyim elə ki, bilikdir. Mən uşağa orada sual-cavab eləyəndə onun mənə verdiyi cavablardır, göstərdiyi şeylər də olacaq fəaliyyətdir. Bəli, fəaliyyət, bilik və fəaliyyət. Onu gələn dərsdə daha mükəmməl öyrənəcəksiniz. Çünki onu cədvəl üzərində izah etmişəm. Qayda baxarsınız. Bir də deyim, smart nə oldu? Nədir? Hansı dəqiqdir, sahibdir? Smart nəticə yönümlüdür. Çünki biz burada bir məqsədimiz olur və nəticəyə doğru irəliləyirik. Smartda yəni nəticə yönümlüyə aiddir. Belə. Smart nəticə yönümlülüdür. Smart abreviaturası. Bəli, nəticə yönümlülüyü düzgün planlama texnikasıdır. Düzgün işi bölmə texnikasıdır. Yaxşı, bəs burada article nədir? Article. Necə? Hə, smartda A. Hə, bəli. Elə bir ki, uşağın uşaqların səviyyələrinə uyğun, orta, asan, orta və mürəkkəb. Elə ki, hər uşağın öz səviyyəsinə uyğun, onlara biz dərsi sıralıqla keçməliyik. Biz onlara dərs sıralıqla keçdikdə onlar həm daha maraqlı olur, həm öyrənməsi rahat olur. Yəni, bilən, məsəl üçün, orta səviyyədə bilənə biz gəlib asanlı keçdikdə ona da o maraqsız olur və mükəmməl səviyyədə dərsi dərk eləyənə də biz gəlib yenə asan və orta qrupun səviyyədə olan uşaqların dərsini keçdikdə də ona yəni maraqsız olur. Ona görə hər bir uşağın öz səviyyəsinə uyğun ona məşğələ keçirilməlidir, ona dərs keçirilməlidir ki,
onların qavraması həm daha da inkişaf eləsin, həm də ki, dərs onlara maraqsız gəlməsin. Sonra əla. Bir də deyin mənə siz. Bəs 4K bacarığı nədir? 4K bacarığı burada elə ki, inkişaf yönümlü də deyəsən. 4K. 4K. Kommunikasiya, kooperasiya. Tələb yönümlülükdür. 21-ci əsrin tələblərinə uyğun olaraq uşaqlara keçirilən tələb yönümlülük. Sonra? Bir də Vakko bayaq soruşmuşdunuz da, o da. Vakko. O da uşaq yönümlülükdür. Uşağın meyil və maraqlarına uyğun olaraq keçirilən məşğələlər. Ay sağ olun. Müəllimə, siz yenə də tövsiyəm odur ki, o kaydları yenidən izləyin. Yaxşırmı? Kaydları yenidən dərindən izləyin. 4-cü gündən qoşulmuşdum. 4-cü gündə elə ki, sual cavabı düşdü. Hə, siz də 4-cü gündən qoşulan müəlliməsiz? Bəli, bəli. O kaydları izləyə-izləyə belə öyrəndim. Ay, hə, ona görə zəif öyrənmişsiniz. Deyirəm də ki, əvvəldən qoşulan müəllimə, amma həqiqətən də təzə qoşulmağınıza görə əladır. Elə bildim əvvəldən qoşulansınız. Ona görə zəif olduğunuzu bildirdim. Siz də yeni qoşulan müəllimələrdən sizə artıq 2-3 dərs keçmişdik də, biz son dərsə qoşulmuşduq bundan öncəki. Yəni ona görə əla öyrənmişsiniz. Yenə də izləsəniz çox gözəl olar, vaxt edib. Bax, qəşəng olar. Təşəkkür edirəm, sağ olun. Səs açsın, Aytət Cəlilzadə. Sağ olun müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə, siz də mənə vurğulayın görüm. Alt standartın funksiyaları hansılardır? Alt standartın funksiyaları, belə deyək, alt standart. Alt standart əsas standartla ifadə olunur. Hər yaş qrupuna uyğun olaraq alt standart tədricən mürəkkəbləşir də, belə deyək. 3-cü rəqəmli ifadə olunur, daim dəyişir. Alt standart bir də formativ qiymətləndirmə olur. Formativ qiymətləndirmə də belə deyək də çıxır. Sonra belə deyək, formativ qiymətləndirmədən çıxır. Məqsəd alt standartda götürülür. Belə. Sonra nəsə deməliyəm, belə bilmədim. Məqsəd alt standarta uyğun müəyyən olunur. Bəli. Hə, o belə deyək də, o 4 dənə şey var, onlar deməliyəm, aşağı funksiyalar, hə? Funksiyalarını dedim elə, onları soruşurdum sizdən. Formativ qiymətləndirmə buna aiddir. İş üsulu, iş forması alt standarta aiddir. Sonra? Bir də alt standartın məqsədi olur. Bir də təlim məqsədin, məsələn, düzgün, dəqiq müəyyən olunması, təlim strategiyasının düzgün seçilişi olur, inteqrativlik təmin edilir, məzmunun davamlı inkişafını təmin edir alt standartda. Sonra? Sonra? Bəs mənim bilik nədir, fəaliyyət nədir? Bilik uşağın nə öyrənəcəyidir, fəaliyyət isə öyrəndiyini necə nümayiş etdirəcəyidir, belə deyək də, nümayiş etdirməsidir. Öyrəndiyini necə nümayiş etdirəcəyidir. Əla. Smart nədir? Smart abreviaturası dedik. Smart abreviaturası, belə deyək də, nəticə yönümlüdür. Belə deyək ki, spesifik olmalıdır. Təlim nəticələri, məsələn, düzgün müəyyənləşdirməlidir, dəqiq aydın olmalıdır. Belə deyək, dərsin sonunda, məsələn, hansı bilik bacarığı, belə deyək də, əldə olunmasını göstərir. Məsələn, nə idi? Miyasəbirli idi. Miyasirabli idi. Öyrəndiyini, məsələn, belə deyək də, təlim nəticəsi ölçülə bilən olmalıdır. Təlim nəticəsi ilə müəyyənləşdirilməlidir. Bilik bacarığı qiymətləndirməlidir. Belə deyək, sonra A var idi, aktiv idi, əldə oluna bilən idi. Aktiv.
arşivli idi. Nəysə əldə oluna bilən idi. Məsələn, hədəfə çatmaq üçün nə asan, nə çətin olduğunu belə məqsəd belə deyək də asan, çətin olmağını məqsədinə məqsədinə çatmaq idi. Yox, asan çətin olmasın deyin. Bir qədər məsələn belə deyək də nə əldə edəcəyini bilməli idi. Sonra belə deyək diferensial olmalı idi. Necə öyrənəcəyini belə deyək də bilməli idi. Uşağın inkişaf səviyyəsinə uyğun olmalı idi. Sonra R-da realistik, yəni real imkanlar nəzərdə tutulur. Yəni təlim nəticələri mövcud resurslar belə deyək də, resurslar öyrənməyə nə bilim realistik belə deyək də ağlabatan şəkildə çıxarılmalı idi. Sonra məşğələni öyrənmək üçün real imkanlar, məsələn, real imkanlar qurulmalı idi. Real imkanlar nəzərə, yəni resurs olmalıdır. Mövzunu uşaqlara tam çatdırmalıyıq biz. Yəni vəsaitlərim, yəni mövzunu uşaqlara mənimsətməyim üçün kifayət etməlidir. Yəni vəsaitlərdən istifadə eləməliyik. T-da time idi, yəni vaxtla məhdudlaşdırılmalı idi. Məsələn, müəyyən vaxt müddətinin nəzərə alınması idi. Belə deyək də, məsələn, burada məqsədimizə belə deyək, çatmaq üçün lazım olan məsələn addımların atılması kifayət qədər vaxt ayrılması belə deyək də vacib idi. Vaxtı düzgün məsələn düzgün qurmalıyıq. Məsələn planlama texnikasını düzgün seçməliyik, yəni yerinə yetirməliyik. Məsələn 15 dəqiqə məşğələmiz verilibsə biz onu nə çox, nə az eləyə bilmərik də, yəni düzgün vaxt qurmalıyıq. Yəni məşğələ nə qısa müddətdə bitməli deyil, nə də çox uzun müddət çəkməli deyil. Əla, təşəkkür edirəm müəllimə. Səfərsın, Mehriban Haqverdiyeva. Bəli, müəllimə. Müəllimlər, səhvən əlim dəydi, əl işarəsi qaldıranların əli endirildi. Kimlər əl qaldırmışdısa yenidən əl qaldırsın. Buyurun Mehriban müəllimə. Bəli, müəllimə. Mehriban müəllimə, deyin siz mənə. Ümumi təlim nəticəsi nədir? Təlim nəticəsi nədir?